ikimizin. Sen bir zaman mekanı mən, qismət bizim ikimizin. Mən bir köy, sən bir ürək, mən bir ömür, sən bir mələk, mən bir arzu, sən bir melek. Xəlvət bizim ikimizin, xəlvət bizim ikimizin. Xəlvət bizim ikimizin, həsrət bizim ikimizin. Vüsət bizim ikimizin, cənnət bizim ikimizin. Qismət bizim ikimizin, məhdət bizim ikimizin. Həsrət bizim ikimizin, cənnət bizim ikimizin. Sən bir surət cəmalı mən, sən bir hikmət kamalı mən. Sən bir surət cəmalı mən, sən bir hikmət kamalı mən. Sən bir hicran misalı mən, həsrət bizim ikimizin. Sən bir hicran misalı mən, həsrət bizim ikimizin. Mən bir köy, sən bir ürək, mən bir ömür, sən bir mələk, mən bir arzu, sən bir melek. Xəlvət bizim ikimizin, həsrət bizim ikimizin. Həsrət bizim ikimizin, xəlvət bizim ikimizin. Fürsət bizim ikimizin, cənnət bizim ikimizin. Fürsət bizim ikimizin, qismət bizim ikimizin. Həsrət bizim ikimizin, xəlvət bizim ikimizin. Xəlvət bizim ikimizin, vəhdət bizim ikimizin. Vüsət bizim ikimizin, cənnət bizim ikimizin. Xəlvət bizim ikimizin, həsrət bizim ikimizin. Cənnət bizim ikimizin. Cənnət ilə hamımızın, sabahınız xeyir olsun. Respublikamızın əməkdar artisti, dəyərli bəstəkarımız, məlahətli avazı ilə hər birimizin ruhumuzu oxşamağa bacaran Çox sağ olun. dəyərli sənətkarımız Elza xanım Şeyxan, xoş gəlmişsiniz. Sağ olun, sabahınız xeyir Sabahınız olsun. xeyir, Əlbəttə, gününüz mən də uğurlu olsun. Cənnət bizim, hər birimizin sözləri Asif Əsədullayev, Əsədullazadə və bəstəkar mən. Və səhər-səhər bu gözəl mahnı ilə biz bu Həftəyə gözəl başladıq, həftəyə günə başladıq. Bəli, günlərimizin verilişində. Xoş gəlmişsiniz. Qonaqlarımıza salamlayıram. Xüsusən İradə xanım bir mənim əzizim, hamı öz-özündə xanımlarımız gözəl işləri ilə peşəkardırlar. Əhvalınız necədir Bəli, səhər-səhər? Gözəl. Özünüz də çox gözəlsiniz. Həftənin birinci günüdür, həyatımızda, ömrümüzdə, yəni ki, Yeni birinci vərəq. günlərdən biridir. Ona görə də mən inanıram ki, bu həftəmizdə o biri həftələrimiz Uğurlu kimi daha olsun, gözəl olacaq. məhsuldar Bəli, olsun. sağ olun, təşəkkür edirəm. Sizin Və bu bu- gözəl bəzədilər məni, sizin bu MTV kanalınıza gələn xanımlar, onlara da Sizə özəl təşəkkürümüzü gələn edərik. xanımlar. Əlbəttə, Çox gözəl irəliləyən dəqiqədə xanımlar, mütləq hə, danışacağıq o təşəkkür haqda. edirəm, sağ olun.
Hər zaman kimi çox gözəl. Sizin xeyir duanızı aldıqsa günümüz, həftəniz möhtəşəm olacaq. Əyləşmənizi rica eləyəcəyik qonaqlarımızdan. Sözsüz ki, Xanımda başda olmaqla. Mən isə izləyəcəyinizi salamlaşım. Daha sonra isə artıq günlərdir anonslardan gördüyünüz qədərlə qonaqlarımı təqdim eləmək istəyirəm. Sabahınız xeyir, gününüz uğurlu olsun. Əziz və dəyərli izləyicilər, hər zaman olduğu kimi saatlar 10:00 göstərirsə, bu deməkdir ki, Azərbaycan televiziya kanalının ekranlarında səhərlərin yeganə maarifləndirici səlahiyyəti olan Xoş Sabah Mən Günlər Səhliyarının təqdimatında bugün də sizlərin qarşısında canlı olaraq yayımlanacağıq və yaxın 2 saat ərzində canlı yayımlanacağıq. Hiss edirəm ki, sol tərəfdən bir enerji gəlir. Dizinə qalsa peşəkarların qarşısında nitq söyləmək, diksiyanı belə ifadə etmək bir xeyli çətin mövzuymuş. İradə xanım. Bildiklərimi də unuduram, eynən. Bildiklərimi də unuduram. Düzünə qalsa mənim üçün də bir imtahandır bugünkü efir. Qonaqlarımı təqdim eləmək istəyirəm, sevə-sevə. Hansı ki, onun yaşını artırmayacam, öz yaşımı da balacalaşdırmayacam. Gözümüzü açandan hər zaman onun nitqləri ilə böyümüşük. Söhbət sözsüz ki, dəyərli jurnalistimiz, diksiya və natiqlik təlimçisi, səs dizayneri İradə xanım İsaqdan gedir. Xoş gəlmişsiniz İradə xanım. Təşəkkür edirəm. Çox sağ olun. Minnətdaram. Hamınızın sabahımız xeyir olsun. Gününüz Əziz uğurlu xanımı gördüm, sizi gördüm. Əziz tamaşaçılarımızı salamlayıram. Gözəl xanımlarımızı salamlayıram. Gözəl bir gündür. Mən həmişə birinci günü çox sevmişəm. Yeni bir vərəqdir, yeni bir səhifədir. Əksinə deyirlər birinci gün ağır gündür, amma mən çox sevmişəm həmişə. Elə bilmişəm ki, o gün başlayanda həyat təzədən başlayır, hər şey bir də sıfırlanır. Bu həftəyə də birlikdə başladıqsa, demək ki, daha möhtəşəm bir həftə olacaq. İnşallah, düşərli olacaq. İradə xanım, sizin yanınızda nəsə belə nitq söyləmək? Yox, narahat olmayın, hər şey qəşəng gedir, maşallah. Ümid edirəm, efirin sonlarına yaxın sizin qılıncınızın altından yaxşı formada keçməyə bacaracaq. Yox, valla mənim qılıncım yoxdur, amma sözüm olanda deyirəm. Söz qılıncı. Təbii, anladım. Təşəkkür edirəm. Çox sağ olun ki, dəyər verirsiniz, hörmət verirsiniz. Bəli. Qılınc kəsər, qan tökər, amma bunlar ki, kəsər, sülh yaradar. Söz yazdan çıxmaz. Çox haqlısınız. Mən sevərək qonaqlarımı təqdim eləmək istəyirəm dəyərli izləyicilərimizə. Çünki günlərdən anonslardan görürsünüz ki, studiyamızın özəl qonaqları var, hansı ki, ölkədə sahəsinin yeganə mütəxəssisi, perinatal və postnatal psixoloq İradə xanım İsayeva studiyamızın qonağıdır. Xoş gəlmişsiniz İradə xanım. Çox sağ olun, minnətdaram. Mən də təşəkkür edirəm. Hamınızın sabahı xeyirli olsun, həftəniz uğurlu olsun inşallah. Bugün İradə xanımların əhatəsində hamımız arzu tutacağıq. Bəli, arzu tutacağıq. Qeyd eləmək istəyirəm ki, çox təəssüf ki, studiyamıza nəhayət ki, təşrif buyurmağı bacardı. Yəni, təəssüf ki, zaman tapa bilmir. Uzun müddətdən sonra onun qızılan dəyərli zamanından oğurlamağı bacardım. Bizim proqramımızın daimi izləyiciləri və ləxsus mənim sosial şəbəkədə daimi izləyicəm onu çox gözəl tanıyırlar. Düzünə qalsa onun ayrıca bir izləyici auditoriyası kontenti var və bizimlə onu bağlayan çox böyük bağlar var. Hansı ki, mənim özümün şəxsi həkimim və övladlarımın dünyaya gəlməsində çox böyük əvəzsiz, müstəsna rolu olan gözəl insanı qeyd eləmək istəyirəm, təqdim eləmək istəyirəm ki, söhbət söz ki, cərrah mama ginekoloqumuz Ləma xanım Əliyevadan gedir. Xoş gəlmişsiniz Ləma xanım. Çox sağ olun, xoş gününüz olsun. Mən də hər birinizi salamlayıram. Dəyərli qonaqlarımızı Elza xanım, İradə xanım, İradə xanımla yeni xəstəxanada çalışırıq. Hər birinizi salamlayıram və gününüz, yeni həftəmiz uğurlu olsun. İnşallah. Mən düşünürəm ki, burada elə hər kəs səmimidir və elə həmin o səmimiyyəti də istəyəcəm ki, fikirlərinizi bölüşməyi unutmayasınız. Əslində qalsa 3 böyük sahə studiyamızda təşrif buyurub. Mən düşünürəm, Elza xanım, siz də bu mövzularla bağlı fikirlərinizi bildirin ki, bədən, psixika və sözsüz ki, diksiya. Bu 3 böyük sahə həyatımızda əvəzsiz rol oynayır ki, sizcə bəs həyatımızda hansını daha çox idarə eləmək çətindir və nəyə görə idarə eləmək həmin o sahəni daha çox çətindir? Nədən? Baxın, diksiya İradə xanımın sahəsi, psixologiya İradə xanım İsayevanın sahəsi və bədənimiz, yəni orqanizmimiz Ləma xanımın sahəsi. Hər sahə ayrı-ayrılıqda çox böyük bir sahədir. Mənə gəlir ki, hər şey birinci diksiyadan başlayır. Yaxşı danışsan, bədəndə də xoş olar. Psixikdə də, yəni çünki son zamanlar mənim sinirlərimi pozan insanların diksiyasıdır. Çox böyük faciəyə doğrudur. Danışıqlar itir, hərflər itir. Hətta mənim bir şeirim də var. Hərflərim azıbdır, firlərim yazıqdır. Danışıb, yəni ki, insanlara ona görə verilir ki, hərfləri düzgün tənəffüs edək. Yəni ki, İradə xanım əlbəttə bunu daha gözəl bilər. Mənim üçün birinci diksiyam. Diksiya, danışıq. Yəni bir söz vardır, adamı oha aparar, söz var deyir. Dağa mindirən, ohalar dağdan indirir. Bəli, ona görə də birinci sözdür və İmam Həzrət Əli də əbəs elə deməyib ki, mənə bir hərf öyrədəni mən qulu olaram. Ona görə bugünkü gündə mənim üçün böyük
yəni ki, varlıq. İradə xanım, danışanda mən sizcə dincəlirəm elə bil onu. Mən danışım, yaxşı. Əlbəttə. Yaxşı, mən danışım, hipnotik səslə danışım da. Amma mənə deyir ki, bu səslə danışın. Belə daha yaxşı olur. Deməli, əslində bayaq gözəl bir məqama toxundu Elza xanım. Deyir, söz var kəsdirər başı, söz var kəsər savaşı. Təbii, biz sözümüzün yerini biləndə özümüz orada daha parlaq görünürük. Məsələn, düşünürük ki, bir yerə gedəndə bəzənirik qadını, xanımız, yəni mütləq bir salondan keçirik, bir güzgü önündən keçirik. Amma olduğumuz yerdə danışdığımız qədərik. Olduğumuz yerdə böyük görünmək yalnız görüntü ilə deyil, bu danışıqladır. Danışıq da enerjini titrədən, rezonansı artıran əsas faktordur. Ümumiyyətlə, mənim yanıma kim nitq üçün gəlirsə, mən bir söz deyirəm, bunlar hamısı yaxşıdır, amma psixologiyanızdan, işləyini psixoloqumuz da buradadır. Çünki psixologiyasında problemi olan insanlar çox çətin danışa bilirlər, özgüvənləri yerində olur və çox qəribədir. Özünün ifadələrində müəyyən problemlər olur. Mənim müştərilərimin sırasında psixoloqların sayı çoxdur. Yəni belə şeylər, bəli, belə şeylər yalnız oxumaq və təhsil almaqla getmir. Yəni özgüvən olmayan insanın nitqində həmişə problem var. Səsində həmişə bir titrəyiş var. Hansı vəzifədə olmasından asılı olmayaraq. Bugün biz çox yüksək vəzifədə çalışan insanlar görürük. Adam karyera qurub, bacarığı var, təhsili var, müəyyən bir yerə gəlib, amma danışa bilmir yaxşı. Özünü ifadə edə bilmir. Yəni bu belə xilas eləmir. Danışma. Bəzən görürsüz. Yenə gəldik danışa bilməyə. Danışa bilsə onun problemi olmaz. Bəli. Ona görə də mən düz dedim də İradə xanım, birinci danışmaq. Yəni ixtisas və təhsil burada bir o qədər də önəmli deyil. İnsanın əsas faktoru nitqdir də. Bizi canlılardan ayıran nədir? Əsas nitqimizdir. Və nitq göstərir ki, bu xəstə olanda birinci səsimizi itiririk. Danışa bilmirik. Səsimiz titrəyir. Həyəcanlananda, qorxanda, bizi sıradan çıxardan birinci şey, yəni psixikamızda ilk nitqimizi itiririk. Qorxanda, tutalım. İstənilən ekstremal halda. Ona görə də nitqimiz yaxşıdırsa, deməli özümüz də yaxşıyıq. Hə, indi cəmiyyətimizdə psixoloji durumlar da çoxdur, hə İradə xanım? Məlum məsələ ki, əslində biz daha çox perinatal, postnatal psixologiyadan danışacağıq günümüzdə, amma ümumi olaraq psixoloji yöndən yanaşsaq, İradə xanımın deyirək qızıl xırdal deyir, az öncə danışdığım mövzulardan istinad edərək çox gözəl məqama toxundu ki, fərqi yoxdur, ali təhsil almağımız, bakalavr, magistr təhsilini bitirməyimiz, özümüzü ifadə etməyə bacarığımız yoxdursa, Bu mövzuya olarsa mən amma öz yenə də fikrimi sağlamlıq da bildirim. özünü bildirir. Yəni istənilən sahədə, hətta biz həkimlərdə təbii ki, danışıq çox önəmlidir. Yəni mənim qəbuluma gələn bir pasiyent ilk növbədə mənim danışığımdan bir enerji almasa, o mənə inanmasa, mən onu belə deyim də arxayın salmasam, öz danışığımdan, güvən bağı qurmasam. İlk o çox önəmlidir. Birinci pasiyent mənə inanmalıdır, mənim danışığımdan bir güvən hiss etməlidir ki, sonrakı müalicənin də ona bir xeyri olsun. Doğru. Əslində o bağda həmin o güvənin yaranmasında da səsin, hətta sözlərin seçilməsinin çox önəmli rolu var. Hörmətli həkimimizə də mən yəni ki istəyirəm həmişə yəni ki deyirlər də belə. Əslində belə görmüşük. Deyirlər, hara getmişik? Getmişdim xəstəxanaya. Amma mən insanlara həmişə deyirəm ki, xəstəxana demə, deyirəm şəfaxana. Şəfaxana. Çünki ora xəstəxanadır. Xəstə gedib xəstə gələcəksən. Yəni ki doğum orada gedib uşaqlar dünyaya gətirirlər. Yəni klinika deyə, yəni ki yeni ad gətirir. Yəni mən doğrudan həmişə mən şəfaxana deyirəm ora və doğrudan da həkimlər o qədər yəni ki gözəl həkimlərimiz var ki, onlara gedib müraciət edəndə onlar insanlar mən deyirəm bu həkimlərin nə qədər bunlar böyük ürəyi var ki, bunlar öz belə gələn yanlarında bu onları ümid gətirən insanlara danışırlar. Onlara bir-bir suallarına elə səbirlə cavab belə verirlər, ətraflı. Bax belə olsa belə olar, belə olsa belə olar. Sonunda sən özünü ona təslim etməlisən, güvənməlisən ona və hansısa bir əməliyyata qol çəkməlisən. Bəli. Elə həmin o gözəl xanımlardan biri də, elə mənə görə də birincisi, həmin o həkimlərdən biri və birincisi də mənə görə Ləman xanımdır. Mənə görə elə öz pasiyentlərinə görə də birincidir. Çünki həqiqətən də bir insana həkim tövsiyə eləmək çox böyük məsuliyyətdir. Çünki belə qarşımızdakı insanı çox istəyirik, amma öz canımızı hamısından çox istəyirik. Öz canımızı həvalə etdiyimiz həkim ən çox güvəndiyimiz həkimdir. Elə bu xüsusda istəyəcəm, baxın, studiyamızda əyləşən 4 xanım, özüm indi o siyahıdan çıxdım, 4 xanım qonağım.
hər biriniz öz sahənizdə çox peşəkar və hər zaman da özlərinizə çalışan xanımlardansınız və günümüzdə illər öncəsinə müqayisədə müasir tendensiya var, gender bərabərliyi, digər bu kimi nüanslar, hansı ki bugün xanımlar cəmiyyətimizin bütün sahələrində var və bütün sahələrində inkişaf eləməyimiz müəyyən qədər bizim xanım olaraq orqanizmimizə, müəyyən qadın hormonlarımıza müəyyən qədər təsir göstərir bəlkə də. Bu xüsusda bugünkü qadının ən böyük çətinliyi, bütün xanım qonaqlarıma istəyəcəm soruşum ki, sizcə nədir bugünkü qadınların ən böyük çətinliyi? Yəni şəxsi yanaşmanızı, şəxsi fikirlərinizi istəyəcəm bildirəsiniz. İradə xanım fikrə getdiniz, İradə xanım İshak. Fikrə getdim çünki bayaqları xanımlardan danışdınız. Bir misra ağlıma gəldi. Əslində bundan əvvəl də bir verilişdə olanda o sözü dedim, təkrar olmasın. Amma sizdən sonra gedəcək o veriliş efirə. Yəni birinci burada demiş olacağım əslində. Orada bir dindar xadim var idi. Dedim ki, siz bilirsiniz ki, dünyada ilk müsəlman kimdir? Dünyada ilk müsəlman qadındır. Həzrət Xədicə qadındır və onun maliyyəsi ilə İslam dini ayaq tapdı. Yəni bir böyük dinin əsasında, təməlində qadın durur. Ona görə biz heç vaxt deyə bilmərik ki, qadın balaca bir qüvvədir və yaxud qadın altında olmalıdır. Bəzən deyirlər ki, qadının başını yiyəsi olmalıdır, başını yiyəsi olmayanda əziyyət çəkəcək. Bilmirəm o niyə elə deyirlər. Amma kişidən çox qadın idarə etməni yaxşı bilir. Qadın özünü də çox yaxşı idarə edir, ailəni də çox gözəl idarə edir. Bizə baş deməyə qoymurlar, deyirlər özünüzə boyun deyin. Qoy boyun olaq, amma hər şey bizdən keçir. Amma hər şey idarə edən də hər şey bizdən keçir. Yəni hardayıqsa oranı gözəlləşdirə bilirik. Ona görə də deyir, yanındakı xanımı düz seçsən, həyat yolun düz olar. Yəni deyir, pis qadına rast gəlsən, filosof olarsan. Hətta pisindən də xeyir var. Kişilər üçün deyiblər bunu təbii. Amma yəni qadınların artıq böyük qüvvə olmağa mən düşünürəm ki, bu müzakirə mövzusu olmamalı. Nədir? Qadın və kişi ayrımı yoxdur. İnyandır bunlar. Birinin zəif olan tərəfində o birisinin gücü doldurur. Kompensasiya edir orada. Bəli, birində bir şey zəifdir, birində digəri. Vəssalam. Əslində onlar anlamalıdılar ki, yəni səndə olan məndə yoxdur, məndə olan səndə yoxdur. Yəni bunu biz əslində müzakirə eləmək olmaz. Çox düz. Yəni ki, üzr istəyirəm. Allah onları onsuz da kişi və qadın nədir? Fərqlidir də. Görsən, yəni ikisinin də bir-birinə ehtiyacı. O dünyanı elə Allah yaradanda elə yaratdı. Yəni ki, dedi mən necə yaradım ki, bunlar bir-birinə bağlı olsunlar da, asılı olsunlar bir-birlərinə. Ona görə də tək əldən səs çıxmaq belə bir söz var. Və qadın, yəni çox gözəl sualdır ki, qadın əslində nə istəyir? Qadın istəyir ki, imkan versinlər qadına. Bəs qadının ən böyük çətinliyi nədir sizcə? Müqayisə olaraq yox. Qadın, mənim hətta bir şeirim var ki, qadın bir şey istəyir. Yəni qadın nə istəyir? Qadın iki şey istəmir, üç şey istəmir, bir şey istəyir. Səhm istəmir. Necə deyərlər, sığal, tumar, yəni ki, qabırğa olmaq istəyir. O qabırğa da müqəddəs kitabımızda nə deməkdir? Kişinin qabırğasından yarandı və qadın heç vaxt yorulmaz işdən. Yəni əlbəttə bizi kimi qadınlardan gedir də söhbətində elə qadınlar da var ki, mən Azərbaycan qadınlarından. Filosof eləyən qadınlar. Yəni qadın heç vaxt işdən yorulmaz, yuxusuz gecələrdən yorulmaz. Ancaq ondan yorular ki, onu bilirsiniz necə əziyyətini başa düşüb o lap ərdən getmir söhbət. Hər bir dostdan da gedir, evladdan da gedir, bacıdan da, qardaşdan da, qonşudan da. Qadın həmişə, şəxsən mən qadın özümlə götürürəm də, mən gecə-gündüz işləməkdən yorulmaram. Deyir, işləməkdən bezdim, bezdim, gündüz gecə axtarmaqdan, yəni düşünmə ki, mahnım kimi heç vaxt mən işdən yorulmuram. Mən yoruluram haqsızlıqdan. İnsan ki, sənin yaxşılığına belə görürsən ki, görməməzlikdən gəlir və yaxud da səni borcu çıxardır, sənə dəyər istəyir ki, sən daha onun üçün çox eləyəsən. Sənə elə bil ki, səni borcu çıxardır ki, yəni güya bilmir də bu, amma bilir ki, sən onun üçün çox şey edirsən. Və onda insanın, qadın da qolları bir sanki bir simir quşu sınıb yanına düşməsin. Daha sənin üçün istəyirsən qadın çox şey etsin. Sən onu bir balaca təriflə. Deyək ki, sən çox güclüsən, sən mənim üçün hər şey etmirsən. Çox sağ ol. İndi biz xanımların içində ən çox gündəlik xanımlarla ünsiyyətdə olan elə Ləman xanım, eyni zamanda dəyərli İradə xanım İsayevadır. Düşünürəm ki, Ləman xanım gündəlik onlarla, yüzlərlə xanımların sağlamlığına qovuşmaları, gələcək övladlarına qovuşmalarına vəsile olursunuz. Sizcə bəs bugünkü günümüzdə qadının qarşılaşdığı ən böyük çətinlik hansıdır?
Mən də dəyərli xanımlarımızın fikirləri ilə razıyam. Əslində onlar deyən kimi olmalıdır. Amma biz istəsək də, istəməsək də o psixoloji baskı bizim üzərimizdə var. Yəni o fikirlər bizim bu Azərbaycanın milli mentalitetinə mi bağlıdır? Nəsə bizi eləmi böyüdüblər? Mütləq ki o baskı bizdə var. Biz onu düşünürük. Nə deyərlər? Hə, mən bunu etsəm nə deyərlər? Qadın təkdir. Tək qadın bunu bacarmamalıdır. Bəli, bu ən böyük çətinliyimiz ancaq bu psixoloji fikirlər, bu baskıdır. Cəmiyyət qınağı, Bəli, cəmiyyət qınağı. düşüncəsi, onun müəyyən psixoloji tərəfləri də var, Rədə xanım. Və sizcə qadınların qarşılaşdığı ən böyük çətinliyi günümüzdə, müasir dünyada nədən ibarətdir? Müasir qadının ən böyük çətinliyi, indi əsas öz sahəm üzrə danışacağam. Daha çox bilirsiniz, həm mükəmməl ana olmaq istəyirlər, həm işdə, karyerada uğur qazanmaq istəyirlər, həm çox gözəl, cazibədar həyat yoldaşı olmaq istəyirlər, həm gözəl gəlin olmaq istəyirlər, həm anaya, ataya, qayğıkeş övlad olmaq istəyirlər və hər şey istəyirlər və çatdırmayanda artıq özləri psixoloji vəziyyətdən stres vəziyyətinə düşürlər. Və sizcə çatdırdığınız bu, belə deyim də, statusların içindən, nüansların içindən müqayisə eləsək, birinci nömrəyə salmalı olduğumuz hansı statusdur? Mən həmişə deyirəm ki, ilk özünüzü fikirləşin. Qadın olaraq sağlamlığınızı fikirləşin, ruhunuzu sakitləşdirin. Mən nəyəm? Mən özümü çox istəyirəm, mən varam, yaxşı ki varam. Və mən əsas nə istəyirəm? Bu İlk olaraq təkəbbür və nə ya ego istəyirəm? deyil. Xeyr, çoxları bunu belə deyə egoizmdən səhv salırlar ki, özünü sevmək, özünü istəmək. Sən digərlərini də düşünürsən, amma ilk olaraq özünü sevməlisən, özünə qayğı göstərməlisən ki, sənin canın sağlam olmalıdır, psixika yerində olmalıdır ki, digərlərinə də normal sürətdə qayğını göstərə biləsən. İradə xanımın sözündən qüvvət, həqiqətən də biz özümüz öz sağlamlığımızın qeydinə qalmaq, özümüzün psixoloji durumumuzun qeydinə qalmaq və əsasında özümüzü dərk eləməliyik ki, bütün sahələrdə uğurlu olaq, uğur qazana bilək. Həm ailədə, həm karyerada, həm həyat yoldaşı olaraq, həm övlad olaraq hər şey özümüzdən başlayır əlqərəz. Hal-hazırda dəyərli izləyəcəyimiz, ələxüsus dəyərli xanımlar, ekranlara bir neçə adım daha yaxın əyləşməniz üçün çay fasiləsi, qəhvə fasiləsinə keçirik. 2 dəqiqə yarımdan dərhal sonra qaldığımız yerdən davam edəcəyik. Siz də çayınızı, qəhvənizi təzələyin, ekranlara bir neçə adım daha yaxın əyləşin. Maraqlı qonaqlarımızla, maraqlı müsahibələrlə qaldığımız yerdən efirimiz davam edəcək. Fasiləmizdən dərhal sonra qaldığımız yerdən davam edəcəyik və dəyərli izləyəcəyimiz. İzləyicilərimizdən gələn sualları da səsləndirəcəm gedişatda, amma mütləq ki, qeyd edeyim, dəyərli qonaqlarımızın hər birinin sosial şəbəkə və digər əlaqə nömrələri, koordinatları monitorun Twitter bölümündə qeyd olunur. Əgər siz də canlı efirə qoşulmağa səbriniz çatmır, çünki kifayət qədər xəttə izləyəcəyimiz var və onların da suallarını qeyd eləməyə çalışıram özümdə də. Hansı ki, bizim dəyərli perinatal və postnatal psixoloqumuz İradə xanım keçən mövsümdə studiyamızın qonağı olmuşdu, səhv eləmirəmsə. Yəni yay mövsümüdür, yoxsa may aylarında. Yəni keçən mövsümün sezonun bitiş proqramında. Keçən mövsümün sonlarına yaxın iştirak eləmişdik proqramımızda. Yəni artıq sizlə şəxsən tanışlığımız var. Sizin sahənə mənim tanışlığım var, amma istəyəcəm bu sahəni yeni eşidən izləyicilərimiz üçün ümumiyyətlə perinatal və postnatal psixologiya haqqında məlumat verəsiniz ki, nədir bu sahə və hansı məsələlərə dəstəkçi ola bilirsiniz bu sahədə? Perinatal və postnatal psixologiya sahəsi qadının hamiləliyə hazırlıq dövründən başlayaraq hamiləliyin özü, doğuş prosesi və artıq doğuşdan sonra olan dövrü əhatə edən və araşdıran bir psixologiya sahəsidir. Bu psixologiya sahəsində hamiləliyi planlaşdıran xanımların psixoloji vəziyyəti, hamilə zamanı olan xanımlar da daha çox məsəl üçün doğuş qorxusu, əməliyyat qorxusu kimi problemləri və doğuşdan sonra əksər analarımızda olan zahıllıq depressiyası adlandırdığımız problemləri araşdıran bir sahədir. Əslində sizə olan müraciətlərə əsasən şəxsi təcrübənizə uyğun olaraq qeyd edə bilərsiniz. Bugün bu mövzu hansı aktual problemləri özündə cəmləşdirir? Daha çox məsəl üçün hal-hazırda yeni evlənən cütlüklərdə olan problemlər mən nə zaman hamilə qalacağam? Artıq məsəl üçün 1 il, 2 il keçirsə, xanımları narahat edən sual bu olur. Hamiləlik dövründə daha çox qadınların qorxusu, doğuş qorxusu və hamiləliyi salamat sonlandırma əksər xanımlarımızda. Zahıllıq dövründə ən böyük problemi bu mükəmməl ana sindromudur. Həqiqətən mən yaxşı anayam və yaxud da yaxşı analığı bacara biləcəmmi? Daha çox bu problemlərlə üzləşirik. Hələ ana süd verə bilmirsə, onun üstünə bir baskı olur. Hamı onu
qınayır. Bəli, Travma qaynanalar verirlər. bəzən söz atırlar ki, mən neçə ay əmizdirmişəm, sən niyə eləyə bilmirsən? O böyük bir faciədir qadınlar üçün. Baxın, hətta onda belə mən xanıma deyirəm ki, üzr istəyirəm. Məsəl üçün baskı eləyirlər ki, sağ bir baxım südünə. Mən deyirəm heç kimin təzyiqi altında südünüzü sağmayın. Zaten təzyiqdən o süd 50 Geri qramda çəkilir. olasaydısa 20 qram gələcək. Hormondur da, laktoz hormonudur məncə. Yox, onun rənginə baxım, yox, yağlı deyil, uşaq qidalanmayacaq, gəl əlavə yemək verək. Bu kimi baskılarla qadın psixoloji şiddət, təzyiq Və yaxud altında da bir südü şey azalır. varmı baskısı? O da hamiləliyə Klassik bir şey varmı? Bəli, o da hamiləliyə qalmanın təzyiqidir. Yəni bizdə həqiqətən də niyəsə bu baskılar hələ də 21-ci əsrdə 2025-ci illə vidalaşmağa bir neçə gün qalıb. Hələ də bu baskılar var günümüzdə, çox təəssüf ki. Nə qədər də müasirləşdi, Avropa inteqrasiya etsək belə çox təəssüf ki, bu cür problemlər var. Bu xüsusda mən düşünürəm ki, Rəda xanım İshak, bizim dəyərli jurnalistimiz bu mövzuda, yəni şəxs olaraq, bir xanım olaraq mən düşünürəm ki, qəhrəman ana statusundasınız. Çünki irəli yaşda çox mükəmməl ana olmağı bacardınız həqiqətən də. Mükəmməl bilmirəm necədir, amma 40 yaşında mənim ikinci övladım oldu və mənim qızım indi 5 yaşı var və əməlli başlı hər gün deyirəm ki, əvvəl çox stres çəkirdim və hətta bəzən Allah Facebookda şikayət də yazırdım ki, 40 yaşından sonra ana olmayın. Nəyə görə? Çünki 40 yaş onsuz da artıq müəyyən bir periodun başlanğıcıdır. Onsuz da o yaşda orqanizm xüsusi bir tərbiyə almalıdır, xüsusi bir qayğıya ehtiyac. Mənim anamın bir yaxşı sözü var. Deyirdi ki, bizim indi sanatoriyaya gedən vaxtımızdır, uşağa baxan vaxtımız deyil. Yaxşı deyirdi, düz deyirdi. Yəni 40 yaşdan sonra qadın özünə baxmalıdır. Və bu periodda sən bir uşağa baxırsan, gecə yatmırsan, nə qədər dayə də tutsan, nə qədər köməkçində olsa, bu gecəni sən yaşayırsan bu uşaqla. Yəni o hətta lap başqa adam da olsa yenə də sən durursan. Uşaq ananı görməsə sakitləşmir. Hə. Bax o yaşda sonra karyeram dağıldı getdi, hər şey dağıldı getdi. Amma o qədər Allah mənə belə o ağıllı bir uşaq olduğu üçün hər gün ona görə təşəkkür edirəm. Özü gözəl şeydir ana olmaq. Hətta mənim qızım dünyaya gələndə o prosesdə mən o qədər xoşbəxt oldum ki, mənim ilk ağlımdan keçən oldu ki, kaş mənim qızım böyüyəndə ginekoloq olsun. Bu nə qədər böyük səadətdir ki, sən anaya uşağını göstərirsən. O bəlkə də indi ya kişilər bizi anlamaz, ya ana olmayanlar anlamaz. O uşağın doğulanda anaya göstərilməsi prosesi çox möhtəşəmdir. Çox məsuliyyətlidir hətta. Çox qəşəng hisslərdir. Adam həm kövrəlir, belə hələ də danışanda mən bitər oluram. Heç vaxt yaşaya bilməyəcəyimiz hissi də həmin o zaman. Və yadımdadır ki, onda mən öz həkimimə dedim Kəmalə xanıma ki, Kəmalə xanım, mən çox arzu edirəm ki, mənim qızım ginekoloq olsun. Və o anda mən onu arzuladım. İnşallah, inşallah arzunuza tutarsınız. O qədər xoşuma gəldi ki, o xoşbəxtliyi duymaq. Elə qadınlar var ki, Rəda xanım Hüseynova mənim sözümü təsdiqləyər, hətta Ləman xanım bu mövzuları təsdiqləyər. Mən düşünürəm ki, Ləman xanımın təcrübəsində olmayıb belə bir hal. Hansı ki, o dönəmi travma kimi yaşadan ginekoloqlarda olur. Mən çox şanslıyam. Həqiqətən çox şanslıyam və mən bunu istər efir məkanlarında, istər dost məkanlarında hər zaman deyirəm, böyüklərdən üzr istəyərək qeyd eləmək istəyirəm ki, mən 2 dəfə ana olmuşam və 23 yaşında, 28 yaşında deməzdim yuxarı və yaxud aşağı, yəni normal bir yaşda və mən çox şanslıyam ona görə ki, mənim övladımın həyatı ilə bağlı təhlükə olduğu təqdirdə belə Ləman xanım, eyni zamanda əziz doktor Rəfi bəyli və onun peşəkar komandası heç bir formada mənə stres yaşatmadınız və o dönəmləri, bax Rəda xanım deyir, danışdığı əsnada xatırlayıram ki, o dönəmlərdəki həmin hisslərimiz, hormonlarımız, mövzulara indi kim baxa bilmirdi. Tamam başqa cür düşünürdük, başqa cür yanaşırdıq, itirmə qorxumuz tamam başqa cür idi və o dönəmlərdə yanımda olduğunuz üçün, əlimi tutduğunuz üçün ömrümün sonuna qədər təşəkkür eləyəcəm sizə. Bu söz xatirinə deyil, bilirsiniz ki, tam qəlbimin ən dərin hisslərindən deyirəm sizə. Çünki həqiqətən ana olmaq hissi dünyanın ən müqəddəs, ən möcüzəvi hissidir və o möcüzəni yaşadan da dəyərli ginekoloqlarımız sizsiz. Bütün qızlarımıza bu hissi arzulayıram. Ana olmaq istəyən hər kəs inşallah ən yaxın zamanda, istədikləri zamanda o hissi datsın. Çünki o hissi heç bir başqa bir sözlə tərif eləmək olmaz düşünürəm. Ləman xanım, istəyəcəm sizin də fikirlərinizi alaq bu psixoloji dönəmlə bağlı və sizin dəstəyinizlə bağlı. Bu dövr təbii ki, çox önəmlidir. Həm də siz çox düzgün vurğuladınız ki, həqiqətən də başqa heç bir hisslə, İradə xanım düzgün vurğuladı ki, başqa heç bir hisslə müqayisə olunmur o hiss. Yəni, onu nə adlandırım bilmirəm, amma mən də çox üzr istəyirəm, mənim də uşaqlarım dünyaya gələndə. 4 övlad anasıdır Ləman xanım. Özündən böyük oğlu var maşallah. Çox sağ olun.
o uşaqların dünyaya gəlmək anında mənə bir ağlamaq gəlmişdi. Yəni o nə, hönkür ağlayıb sakitləşmişdim. O bir qəmginlik ağlamağı deyil, nəsə bir şeyə, bəli, o bir xoşbəxtlik ağlamağı idi ki, hamısında elə bu, çox maraqlıdır ki, 4 doğuşun 4-ündə də mən ağlamışam. Fərqli bir ağlamaq ki, o hissi sən bir daha başqa heç bir yerdə yaşamırsan. Və sonraki dövrdə təbii ki, qadının hormonları dəyişdiyi üçün qadınlar çox həssas olurlar. Zahı dönəmi dedilər. Zahılıq dönəmində çox həssas olurlar. Müəyyən bir müddət onların qayğıya ehtiyacı var. Çox ailəsi tərəfindən, həyat yoldaşı tərəfindən, evdə birlikdə yaşadığı insanlar tərəfindən qayğıya və başa düşülməyə ehtiyacları var ki, onların hətta bir xırda bir səhv elədiyini gördükdə belə ona göz yumsunlar, başa düşsünlər ki, bu xanımların özündən asılı olmayan bir durumdur. Müəyyən bir müddətdən sonra bu keçib gedir. Bax, xanımda bu perinatal psixologiya ilə bağlı indi tamamilə aydın oldu və bütün araşdırmalarla bəlli oldu ki, autizm niyə olur uşaqlar? Autizm uşaqların sayı niyə artıb? Ailələrdə hamilə analar çox stres keçirirlər. Ana stres keçirirsə, bax bilsin ki, atalar bilsin ki, əgər anaya stres verirlərsə, ondan salamat uşaq gözləməsinlər. Eynən. Əgər oradan salamat, inanırsınız bəlkə alkoqollu münasibətdən, bəlkə narkotik münasibətdən daha sağlam uşaq əldə eləmək olar. Nəinki stresli. Nəinki stresli anadan sağlam uşaq əldə eləmək olar. Yəni dəhşət bir şeydir. Mən onu biləndə ki, autizm, hətta onu desin Oytun Ərbaşı idi. Onu qəşəng də izah elədi. Dedi ki, mən o siçanların üzərində praktik aparır, təcrübə aparır. Deyir, mən siçanların bir anaya çoxlu stres yaşatdım. Uşaqlarının hamısı autizm oldular. Neçə balası olmuşdu, hamısı autizm oldu. Siçanların üzərində təcrübə aparır. Yəni bu siçana belə təsir edirsə, görün insan şuurlu varlıqdır. İnsan hər sözdən, sözün altındakı mənadan əziyyət çəkən varlıqdır. Hətta xoş söz deyirsən, onun altında söz axtaran, xüsusən onda qadınların hormonu dəhşətli dərəcədə çox aktiv işləyir. Hamiləlik belə deyək, qadının ən həssas dövrüdür və stres ciddi olaraq kortizol hormonunu həmin vaxt qaldırır. Kortizolun da daimi yüksək vəziyyətdə olması, yəni nəinki autizm, hətta heç o hamiləlik tam sonlandırıla bilməz. Açılış ola bilər, autizm uşaqda ona ciddi. görə artıq, bax, qaynanalar da bilsin. Sabah gəlinin üstünə düşürlər. Demirlər ki, bunu mən elədim. Hətta yadınızda ki, Qaynana qalan gəlin var ki, yazıq qaynana. var, özüm qalıram qaynanamla. Hə, sən qalırsan, çünki sən günlarsan. Mən Olsun, deyirəm, bir günüm olmasın. Mən də Deyirəm, evimin Yox, yeməyi. elə qaynanalar çox yaxşılaşır, amma hamısı yenə deyirəm, ziyalı İradə xanım, ailələrdə, Rəza xanım, hələ hələ də ziyalı ailələrdə qızlar yaxşıdır. qaynanalarla çox qalmırlar, əksinə. Yox, yenə Bəlkə də hələ qaynana ilə pislər var. qalsaydılar, onların uşaqları daha sağlam olardı. Mən düşünürəm ki, elə mən demirəm o dillərə elə. bəzən ki, Allahsız yerdə ol, Evet, böyüksüz çox yerdə qalırlar olmaq, qaynana. elə Allahlı və böyüklü yerdə olmaq ən Bəli. gözəlidir. Yaxşı böyüklə. Yaxşı böyüdür. Yaxşı Biz böyük. nədir? Üzr istəyirəm İradə xanım. Bax yenə də deyirəm. Deyirik ki, əri qınayırıq burada, qaynananı qınayırıq, düzdür? Və bir dənə deyirik ki, hə, gəlin zahıdır, nə bilim, o nə. İndiki gəlinlər birincisi çoxları, indi bizim düz mövzumuz bəlkə də deyil. İndiki gəlinlər çoxları heç uşağı dünyaya doğuşla gətirmirlər. Hamısı gedir kesirlə eləyirlər. Doğandan sonra uşağa süd vermirlər. Kesinlər eləmir, o da orqanizm, Yox, əvvəlki orqanizm. biz deyək, ona görə düzdür. İndi bu əvvəl başqa, əvvəl heç məsələn uşaq ana bətinə düşəndə 9 ay həkimə bir dəfə gedərdi, 2 dəfə gedərdi. İndi uşaq ana bətinə düşəndən qalırsan Ayda bir həkimdə. dəfə. Ayda bir dəfə, nə fol turşusu içməlisən 9 ay, Dopplerə getməlisən. Ora hamısı da bunlar həm pul tələb edir, həm də can tələb edir. Uşağı da kompüterə çox salanda, çıxardanda, o da uzi baxanda o enerji də uşağa gedir. İndi bunu da qoyduq kənara. Zaman dəyişib bəlkə də nə deyə bilərəm? Bəlkə elm belə tələb edir. Və mən bundan sonra uşaq gəlir, ana gəlir, uşağı kesir. Sən bilirsən ki, o adam o vaxtı kesir, uşağı dünyaya gətirər ki, buna həkimlər icazə vermirlər. Bəziləri deyir ki, hə, mən belə istəyirəm, kefim belə istəyir. Həkimlər desin ki, sənə, sən doğa bilərsən, sən get doğ. Əvvəllər bizim yadımızdakı deyirlər ki, o uşağı əsəbləşdirməyin, çünki o kesir doğulub, bu əsəbidir. Uşaq ki, Əksinə kesir doğulan uşaqlar travmatsız olur. Misal üçün deyirəm, baxır o doğuşdan, həkimlər uşağı elə, uşaq, necə yəni, Allah bu uşağı ana bətnindən doğulmaq üçün gətirib. Uşaq doğulanda, üzrsən, o gəlirdi mayesi ilə bir yerdə gəlir də, düz demirəm. O gəlir qəlibdən çıxır da, üzr istəyirəm. Yoxsa bir də var ki, uşaq kəsirsən, götür, rahat-rahat. O əlbəttə dünyaya gələndə uşaq deyəcək, mən hər şeyin rahatını istəyirəm. Kəsirsən onu götürürsən, gəl bura. Qoy özü əziyyət çəkib doğulsun anadan. Misal üçün bunu qoydum kənara. Ana gəlir uşağı dünyaya gətirir qoyan kimi uşağa süd vermir. Mən istəmirəm, mənim üzrsən fasonum pozular. Süd vermir uşağa, bəzi çoxları uşağı süddən məhrum eləyirlər. Hə, siz deyirsiniz, çox gözəl İradə xanım söz dedi ki, psixoloq ana da olmaq istəyir, yaxşı gəlin də olmaq istəyir, bu karyera da qurmaq istəyir, bu gözəl də görmək istəyir, ərinin üzrsən sevgilisi də olmaq istəyir misal üçün.
gedib düşür bütün kosmetologlara, nə bilim, Estetik estetiklərə, düşür bıçaqların altına. Hə. Ona görə bu qalır, uşağı verir dayəyə. Dayə baxır buna. Dayə də götürür bir dənə telefonu verir uşağın əlinə. Başın qaçsın. Başın qaçsın. Ya da vuranda da misal üçün da o da qoy, uşaqlar böyüyür, anadan bir xəbər, ana uşağının döşünə basmalıdır, ana süd verəndə uşaq ananın bədənini, emosional bağ olmalı. onu hiss eləməlidir, uşaq ana bağlılığı olmaz. Sonra böyüyəndə də bu deyir ki, mən sənin anan olmuşam, uşaq da anadan nə analıq görür, misal üçün. Və yaxud da indi deyirlər ki, psixoloji problemi var bunun. Psixoloji problem nə deməkdir? Mən genindən gəlir o, indiki gündə insanlar, onun nənəmin anası deyərdi ki, Bacı xanım nənəmin anası var idi. Deyirdi, ağa deyir, əvvəl deyirdilər ki, indiki deyirlər ki, bir adam, nervinli adamlar, o vaxtı, Sovet vaxtı nervini deyirlər, ana nervinli, ananın nervinli, hə, düzdür? O nervinli. Deyir, nervinli bilsən kimə deyirlər? Əvvəlki həyasız qadınlara indi nervinli deyirlər. İndi o nervinlindən həyasızlar, o da psixoloji problemli. Panik atakım var, psixoloji problemim var. Mən görürəm də mənim qarşımda olan insanlar Zəmanə dəyişir, yanlışlıqla dəyişir. İndi kimlər deyirlər, ha, onu psixoloji Elza problemi qaynana var. kimi danışır. Mən deyim, İradə xanım, Allaha and olsun. Mənim üzr istəyirəm. Birinci insan öz ətrafından danışır. Birinci öz ailəndən, qonşundan, sonra baxırsan üzr deyirlər pasiyentlərimdən. Pasiyentlər elə sənin evin içində var da sənin pasiyentlərin, qohumlarda. Düz demirəm, elə uzağa getmir. Bacı, qardaş, ana, ata, evlad, ər, qayın, baldız, qaynana. Misal üçün, bu elə böyük bir elə xalq deməkdir. Bir ailə kiçik bir ölkə deməkdir. Sən ailənin içində görürsən ki, filankəsin xasiyyəti budur. Mən ona necə deyim, onun psixoloji problemi var? Yox, o oxşayıb nəsildə filankəsə, genindən gəlir. Bu oxşayıb BBC-də. Məsələn, indi o gen gəlir, bəhanə edirlər. İndiki maşallah nə yoxdur ki? Maşın əlindən şəhərdə yeri yoxdur. Əllərində 4 dənə, 5 dənə telefon əlindən əllərində yeri yoxdur. Düz demirəm? Maşallah nə çıxır onu geyinirlər, nə çıxır onu yeyirlər. Restoranlarda yer yoxdur adam əlindən. Uşaqlar bugünkü qədər restoranda böyüyürlər. Uşaqlar böyüməlidir harda? Məktəbdə. Uşaqlar, balaca uşaqlar hamısı ağzvırı misələ var, axşamlar. Hansı mahnıları qulaq asır uşaqlar? Cıqqa, 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 cıqqa. Uşaqlar onu gəlməlidirlər. Üzr istəyirəm İradə xanım. 8-dən sonra gəlməlidirlər. O uşaq xaricdə bir dəfə mən konsertə getdim. Gəldi uşaqlar mənim belə buramı sırğamız adımı daxdı. Gəldi dedi ki, valideynlər bağışlayın biz bunları bura gətirmişik. 6-dan sonra uşağı evdə tək qoyanda gəlir hökumət əlindən alır. Bu hökumət gəlib restoranlara baxmalıdır. 6-dan sonra uşağın restoranda nə işi var? Ana ata al uşağı ana ata ilə apar gediyinə. Uşaqlar nasıl 12-yə qədər restoranda verirlər liftdən uşaqlar. Bu uşaq evə gəlsin necə dərs oxusun? Necə məktəbə getsin, otursun partada? Uşaqlar televiziyada bir sənə Siqnaboy mahnıya baxırlar. Görək uşaqlar bir dənə Oqtay Zülfüqarov mahnısını, Ağabacı Rızayev, Rəşid Şəfəq, Qəmbər Hüseynli, Elza Seyidcahan bizim mahnılarımızı deyir, kim oxuyacaq? Deyir, kim oxuyacaq? Mən oxuyacağam, yoxsa sən oxuyacaqsan? Uşaqlar hani bağçalarda, bəzi bağçalarda. Valla mən əzbər bilirəm sizin mahnılarınızı. Aysa, Oqtay Zülfüqarov mahnıları var, mən indi də əzbər bilirəm. İndi uşaqlara üzr istəyirəm, öz elə nəvələrim də var. Görürəm ki, telefonda bilsən nəyə meyillidirlər, YouTube-a girirlər, ıptız mahnılar. Onun üçün nə edirsən? Biz nə etmişik ona görə evdə? Biz həmişə, xüsusən də bundan yoldaşım çox dərindən sağ olsun məşğul olur. Qardaşımızdır. Məndən çox o məşğul olur. Hər səhər duranda qoyur, Beethoven-dən qoyur, Chopin-dən qoyur. Hər səhər bir də başa salır. Məsələn, bu Chopin-in preludasıdır, buna qulaq as. Və deyirəm ki, izah elə də. Biz uşaq vaxtından onu eləyirik. Məsələn, mən Azərbaycan mahnılarını qoyuram, qulaq asır. Ən çox da bu... Üzeyir Hacıbəyev, adi demirəm, dahi Üzeyir Hacıbəyevimizin bir dənə çobana bir dənə mahnı bəstələyib ki, bizimkilər bəzilər belə, çobandır, birini təhqir eləyən kimi deyirlər çoban. Çobanı təhqir edirlər, amma gedin Üzeyir Hacıbəyliyinə bir dənə çobana bir dənə xor əsəri yazıb ki, çobanı bir dənə vəsf edib ki. Məsələn, Mikail Müşfiqin Çoban poeması. Gedin onu oxuyun. Heç Mozart'a qədər Yaşar müəllim maşallah gör haralara gedib. Gedin Oqtay Zülfüqarov ki, maşınımı sürürəm, mənim nənəm sağcıdır, mənim nənəm. Bəzi bağçalara getdim bu yaxında bayramlarda. İnanırsınız günlər xanım, bəzi bağçalara getdim bayramlarda. Mən gördüm uşaqlar heç o uşaq mahnılarını oynamırlar. Böyük mahnılar. Gəldim, yaxınlaşdım müdiriyə ki, bağışlayın, bu qədər pul verilir bağçaya. Uşaqlara niyə siz Oqtay Zülfüqarovun bizim uşaq bəstəkarları mahnıları kim oxuyacaq? Belə bilirsiniz, onların bizdə zapisi yoxdur. Dedim, bəs musiqi müəllimləri gedirlər, məktəbləri oxuyublar, onlar gedirlər, pianino qoyursan, onlar notdan baxırlar, uşaqlar üçün ifa edirlər. Düz demirəm? Bəs bunlar niyə oxuyurlar? Var idi, məsələn, mən onu çox sevirəm. Lazım olan şeyləri Arif yığdı yanına. Ay, sağ ol.
Onu Oktay Zülfüqarov bəstələyib. Əslində, Oktay Zülfüqarov. Mən qızıma oxuyuram. Bayaq bizim Oktay dəyərli Zülfüqarov uşaq operasını bəstələyib. Mən bugünkü gündə uşaqlar üçün mahnılar bəstələmişəm. Amma mən görürəm ki, uşaqları tez böyüdürlər, tez qocaldırlar. çox tez gözəl deyirsiniz və bəzilərimiz nə qədər də qocaldırlar. çox haqlısınız Elza xanım. Bəli. Bəzilərimiz nə qədər də sizin fikirlərinizlə, bəziləri razılaşır, bəziləri razılaşmır. Amma bayaqki mövzuya istəyəcəm qayıdım. Çünki izləyicilərimizdən bax elə bir anamız da, Allah bütün analarımızın, qaynalarımızın, böyüklərimizin canını sağlam eləsin. Amma qeyd eləmək istəyirəm ki, bax elə Elza xanımın sözünə qüvvət, o da şikayətlənir ki, mənim gəlinim də hər ay gedir UZİ-yə. İndi bax bunun tibbi nöqteyi nəzərdən istəyəcəm dəyərli ginekoloqumuz, o fol turşusunun, o belə deyim, Dopplerin, mütəmadi profilaktik rutinlərin, yoxlanışların tibbi nöqteyi nəzərdən cavablandırsın. Amma çox qısa reklam fasiləsinə keçid almalıyıq. Hətta gecikirik deyirlər reklama. Fasiləyə keçid alaraq qaldığımız yerdən davam edəcəyik. Reklamlardan dərhal sonra. Qısa fasiləmizdən dərhal sonra qaldığımız yerdən davam edirik və reklam fasiləsində gələn həmin o rutin kontrol müayinələrlə bağlı da bizim studiyamızın dəyərli mama ginekoloqu, eyni zamanda mənim dəyərli mama ginekoloqum, cərrah mama ginekoloqum Ləman xanım Əliyeva ünvanlandırmaq istəyirəm ki, sizcə bax bu uzun illərə dayanan tibbi təcrübənizi 20 ilə yaxın, 20 ildə artıq bu il 20 il olur hə. 20 il tibbi təcrübənizi, eyni zamanda belə deyək də bu təcrübələrinizdən də əlavə istinad elədiyiniz həmin o elmi kitablara əsas götürərək istəyəcəm. Bax, həmin o fol turşusu, eyni zamanda bayaq danışdığımız Elza xanımın dediyi bütün keysəriyyə əməliyyatlarına göstəriş və digər tibbi nöqteyi nəzərdən danışdığı mövzulara açıqlama verməyinizi istəsək. Çox sağ olun sualınız üçün. Deməli, ilk növbədə onu vurğuladınız ki, ginekoloqun qəbuluna neçə dəfə gəlmək, neçə dəfə ultrasəs müayinəsinə keçmək. Bəli, hamiləlik dövründə biz bunu Səhiyyə Nazirliyinin hamiləliyin gedişatına dair protokolu var. O protokolda yazılan qaydaya əsasən ginekoloqun qəbuluna 7 gəliş olmalıdır. Qadın məsləhətxanalarında da əgər bir hamilə qadın gəlib qeydiyyata dayanırsa, həmin o 7 gəlişin vaxtlarında hamilə xanım məsləhətxanaya çağırılır. Və indi bildiyiniz kimi özəl xəstəxanalarda da hamilə xanımı qeydiyyata qoymaq hüququmuz var. Forma 111-in açılması. Biz özümüz də bunu eləyirik. Amma təbii ki, bu fizioloji hamiləliyə aiddir. Yəni bir hamiləliyin gedişində heç bir patoloji durum yoxdursa o zaman hamilə qadın 7 dəfə ginekoloqun müayinəsinə gəlir. Amma indi çox təəssüf ki, normal gedən hamiləliklərimiz azdır. Hamiləliyin gedişində müxtəlif problemlər meydana çıxır. Uşaqlıq boynunun qısalmasından tutmuş, düşük təhlükəsi, normal yerləşmiş ciftin vaxtından əvvəl hissəvi ayrılması və s. problemlər. Bu zaman artıq biz ultrasəs müayinəsini 7 dəfə deyil də arada özümüz bildiyimiz, məsləhət bildiyimiz, məsələn, hər hansı bir müalicəni təyin edirik. O müalicənin nə dərəcədə effektli olduğunu bilmək üçün lazım olan vaxtı təkrar müayinəyə çağırırıq hamilə qadını. Amma hamilələr ultrasəs müayinəsindən qorxmasınlar, çünki bu şüa deyil, bu ziyan vermir. Yəni çox düşsələr də bunun onlara ziyanı yoxdur. Qaldı ki, fol turşusu, o da protokola əsasən indi hamiləliyin ilk 3 ayında verilir. 12 həftəsinə qədər verilir. Çünki fol turşusu dölün sinir borusunun inkişafını normallaşdırır, ona kömək olur. Bu da artıq 12 həftəsində bitmiş olur deyə 12 həftəsindən sonra, yəni xeyirli bir dərmandır, içsələr də olar, amma ehtiyac yoxdur. 3 ayından sonra içməyə fol turşusuna ehtiyac yoxdur. Normal doğuş və yaxud da keysəriyyə kəsi ilə bağlı da istəyirəm fikirlərinizi bildirəsiniz. Eyni qaydada mütləq şəkildə keysəriyyə kəsiyinə göstərişlərimiz var. Yenə də həmin protokollarda o göstərişlərə uyğun icra olunmalıdır keysəriyyə kəsiyi. Əgər təbii ki, indi mən desəm ki, yalan olar, xanımlarda heç bir göstəriş olmadan da keysəriyyə kəsiyi əməliyyatını istəyirlər, bəli, istəyirlər. Ən çox da səbəb nədir? Qorxu. Normal doğuşdan indiki qadınlarımızın sanki psixoloji durumları buna hazır deyil. Doğuşdan qorxurlar, eşidirlər qohumdan, qonşudan, keysəriyyə kəsiyi daha rahat keçdi, yarım saata əməliyyatdan çıxdım, heç bir problemim olmadı. Hamı bu rahatçılıq üçün daha çox əməliyyata qaçır. Bayaq dəyərli İradə xanım isaq dedi ki, keysəriyyə kəsi ilə dünyaya gələn uşaqlar daha travmasız olur. Amma Elza xanım bunu əksinə qeyd elədi. Bəs sizin...
Nə bilim, mən uşaqlıqda belə eşitmişəm ki, bəli, Deməli, Nöqteyi nəzərdən yanaşır. İndi biz eşitmişik, amma Ləman xanım 50 şəkər neçə nöqteyi il nəzərdən stajı deyəcək. olan, mənim çox yaxınım bir ginekoloq var. Elmira xanımı yəqin siz də tanıyırsınız. Mən ona mamçka deyirəm hər zaman, bəli. Onun illərlə, uzun illərlə Azərbaycanın ən önəmli xəstəxanalarında çalışmış bir ginekoloqdur. Onun bir sözü var, mən həmişə onu deyirəm. Deyir ki, divanda yatmış birini, rahat-rahat yatmış birini, biri var yatdı, özü dincəldi, yuxudan oyandı. Bir var onun başına bir qapaz vurub yuxudan oyatdılar. Eyni. İndi keysəriyyə qapaz Bəli, deməkdir. keysəriyyə. Qapaz demək. Hə, keysəriyyə biz sanki onu süni yolla dartıb oradan çıxardırıq, amma normal doğuş normaldır da. Yenə də mən normal doğuşun Amma bəzən olur ki, tərəfdarıyam. məsələn, bir şey də var. Məsələn, bir var ana deyir ki, hətta indi günü proqramlayırlar da, tam ayın 25-i istəyirəm doğulsun, numeroloqlara 15-i məsləhət. doğulsun. Ən O böyük başqadır. problemimiz, bəli. O başqadır. Zirkon datalar. Amma məsələn adam var ki, ağrı ilə gəlir. Ağrı prosesində görürsən ki, bu doğa bilməz. Yəni buna Təbii, lazımdır. təbii, normal Artıq doğuşdan. uşaq orada oyanmış olur. Zaten orada uşaq prosesdə əgər su başlayıbsa axmağa, artıq uşaq oyanmış. Normal doğuşdan Erkən keysəriyyəyə doğuş deyirlər, gedən erkən bəli, doğuş. pasientlər olur ki, Vaxtına orada, əvvəl doğur. bəli, Orada normal artıq doğuşun uşaq gedişatında Əlbəttə, onu biz bizə mane olan bir çox səbəblər olur ki, artıq təcili şəkildə pasiyenti keysəriyyə əməliyyatına almalı oluruq. Danışdığınız əsnada O bir zaman- sosial şəbəkədə video çarxı yadıma gəlir. Burada məncə psixoloji tərəfdən Iradə xanım daha gözəl şərh eləyəcək bunu. Hansı ki, yeni doğulmuş uşaqdır, dayıya götürür qucağına, sakitləşmir, nənə götürür qucağına, sakitləşmir, ata götürür qucağına, sakitləşmir. Ana qucağına götürüb sinəsinin üzərinə qoyanda uşaq qeyri-ixtiyari sakitləşir. Yəni demək ki, ana ilə baba arasında artıq sevgidən də daha dərin hisslər var. Nədir o bax? Nədir o hisslər? Leyli Məcnun kimi Leylidə artıq Məcnun Leylinin bağlılıq qucağında Sakitləşdiriblər. Ona artıq bağlılıq deyirlər. Bəzən hətta belə söylənti var ki, keysəriyyə ilə dünyaya gələn uşaqlarda övlad bağlılığı çətin olur. Amma mən deməzdim, çünki bunu belə deyə söylənti kimi deyirlər, amma araşdırmalarda bu yoxdur. Sadəcə olaraq doğuş yolu ilə ana beyninə də, uşaq beyninə də siqnal daha tez çatır. Artıq dünyaya gəldi. Keysəriyyədə ola bilər ki, bir dəqiqə kimi hesablasaq daha gec çata bilər. Amma ilk ki əməliyyatdan sonra övlad ananın sinəsinə qoyuldu, dəri-dəriyə təmas edildisə, artıq ana-övlad bağlılığı bu vaxtdan etibarən Təməli yaranır. qoyuldu. Bəli. Mən bəzən xanımlarımıza deyirəm ki, hökumət boşu-boşuna sizə 3 il analıq məzuniyyəti verilməyib. Çünki 0-3 yaş ana ilə körpə arasında bağlılığın, möhkəm təməlin yarandığı dönəmdir. Ki, sən dayıya belə baxsan, nənə belə kömək eləsə, yəni köməkçilərin çox olsa belə yenə də o ana-övlad bağlılığı mütləq olmalıdır ki, həmin bağlılıq ərzində ana bütün sevgisini, qayğısını, uşağın təhlükəsiz mühitdə olduğunu, sevgi mühitdə olduğunu uşağa tamamilə ötürür və bunun sayəsində uşaq gələcək münasibətlərini qura bilir. İstər iş yoldaşları ilə, istər dostluq münasibətlərini, istər də həyat yoldaşı seçimi tam bu bağın əsasında Elə də formalaşır. insanlar var ki, ana olur, övladını sevir, amma emosional bağlana bilmir uşağına. İradə xanımlar, bir də Ləman xanım, bir də hadisə danışacağım. Bir 15 il bundan öncə mən əməliyyat keçirmişdim və gecə vaxtı gördüm ki, şəfaxanadan orada doğuşda vardı. Bir dənə uşaq, körpə uşaq elə ağlayır ki, sanki elə bir divarlar dilə gəldi. Camaat da yata bilmir. Bir 2 saat uşaq elə ağlayır da, yəni körpə yeni doğulmuş. Axır mən durdum, bir təhər getdim. Görüm bu uşaq niyə ağlayır, maraqlandım. Gördüm ana qoyub uşağı körpənin yanına və buna yemək də yemir uşaq və verə bilmir də südünü. Və mən uşağı götürdüm, kömək elədim belə anaya. Uşaq ananın Mikrofon. Yedi süd, ana südə başladı yeməyə və götürdüm uşağı, gətirdim palataya, qoydum sinəmə belə yatdım. Yatdım. Mənim də prodüserim Can Bala mənim yanıma gəlib, çəkilimi çəkib Facebookda paylaşıb. Bütün hamı yazıb ki, Elza Seyidcahan ana oldu. Oğlum da təzə evlər. Bir də gördüm oğlum hamısı gəlib deyir, ana, oğlum bax deyir, ana sən bircə qocalsaydın deyir. Oğlum sən nə vaxt qocalacaqsan da deyir. Yazıblar hamısı Elza ana olub. İndi bu yaxında da biz yayda uşaqları aparmışıq. Sibirsə uşaqlar üçün bir tədbir idi. Gördüm ki, bir dənə uşaq, deyim də bir 10 yaşı, 12 yaşında uşaq. Mən elə bir yovuşur, qarışır, gəlir mənim nəvələrimi götürür, oynayır. Hamıdan fərqlənir uşaq və şəkil çəkdirdim bununla belə. Bir də gördüm ki, həmin onun müəlliməsinə şəkil gəldi. Uşağın anası tərəfindən. Uşağın körpəlikdə mənim sinəmdə olan vaxtı, bir də indi mənim nəvələrimlə oynayır. Dedim, həmin bu uşaqdır, siz onu... Elə mən kövrəldim. Demək, o uşaq mənim elə bir ki, mən onu ilk dəfə
anasına qovuşdurmuşam və mənim sinəmdə yatıb elə bir mənim xasiyyətimi götürmüş uşaq. Mənim kimi hamıya yovuşur İradə xanım. Uşağa belə bax, bilmirəm adı da yadından çıxıb dedi, şəkil telefonuma göndərdi ki, Ezgi xanım, həmin bu körpədir ki, siz bunu ilk dəfə siz bunu belə etdiniz. Doğrudan da həyatda Ümumiyyətlə çox gözəl çox hissdir. maraqlı Özdə ki, hadisələr. uşaq necə sakitləşir, anaya da çox xoş Bəli. olur. Ana necə zövq alır o prosesdən. Əminəm ki, həmin o yatoklardan Ay, necə zövq alır. Bir də Gülnar xanım, o qeysəriyyə ilə doğuşun çox önəmli bir hissəsinə də toxunmaq istəyirəm. Ana südü ilə qidalanma dediniz. Baxın, normal doğuşdan sonra bunu bizi eləmirik. Bu Allahın bir möcüzəsidir. Normal doğuşdan sonra həmən analar uşaqlarını ana südü ilə qidalandıra bilir. Yəni süd gəlir. Amma qeysəriyyədən sonra olmur. Günlərlə olmur. 3 gün zad Məsələn, gözləyirsən ki, gəlsin. əməliyyat olur, sabahsı gün xəstəyə yaxın pasiyentə yaxınlaşıram, soruşuram, qidalandırırsan, deyir, yox, südüm yoxdur ki. Çünki bu süni bir prosesdir. O Çünki bir üzr neçə istəyirəm gün və vaxt lazımdır ki, Ləman süd xanım, siz gəlsin. məndən yaxşı bilərsiniz. O qadın doğanda üzr istəyirəm, onun bütün çanaq sümükləri var. Bədən elə bir şey, onun baş sümükləri, bəs niyə deyirlər, zahı qadın üçün 40 gün qəbrin ağzı Qəbir açıq olur. Çünki onun bütün bədəni Çox mürəkkəb bir prosesdir, aralanır bəli, və doğru. uşaq deyir, o ki, suna gəlir. Bir də var ki, misal üçün, o boyda deyir, doğuşdan qorxurlar mı? Bıçaqdan qorxmurlar, bıçağı 3 qat qarnını kəsirlər. Yetdi O boyda bu. da tikişi, Hə, yetdi elə var. moxam, Nə var ki, yetdi, bəli, doğma? bütün Elə təbəqələr asa həkimlərimiz kəsilir. var ki, öz uşağı doğumda, uşaq vaxtında uşaq gələndə uşaq özü gəlir. Yəni ki, sən doğmursan, üzr istəyirəm, efirdə də indi mən ana təbii yeminə prosesdir, bu bu təbii. şey Yəni ki, uşaq heç misal üçün onu sən əziyyət də çəkmirsən. Uşaq özü vaxtında özü gəlib, o necə gözəl izah edib Elmira xanım deyir ki, bir var qapazı başına vurursan. Ona görə də o uşaqlar anadan olanda bütün həmişə belə elə bir ki, səksəkəli olurlar. Çünki özü gəlməyib, özü istəyərək qoy gəlsin dünyaya. Boya boyanmıyor, Erkən yuxudan doğuşları doymuyor. keçiriyor həkimlərimiz. Mən İslam çox təəccüblənmişdim. O gün bəli. mən ginekoloq deyəndə ki, bəlkə bir gün istəyirsiniz. Durun, o nə gün? Deyir ki, yox, biz edə bilərik. İstəyirsiniz ayın 15 olsun, istəyirsiniz 12-si olsun. Bəli, gün seçirlər. Siz özünüz dünyaya gətirirsiniz Rada xanım. Mən şoka düşdüm. Belə Halal də olsun sizə. olur. Günümüzdə ümumiyyətlə yaxşı ana tendensiyası da fərqlənib sanki illər öncəsində müqayisədə. Ümumiyyətlə İradə xanım, bax elə sizdən də soruşmaq istəyirəm. Yaxşı ana sizə görə kimdir? Bilirsiniz, əslində bizdə indiki xanımlarımız yaxşı ana ilə mükəmməl ananı biraz qarışdırırlar. Ukrayna bir həkim var, Komarovski. Mən övladlarımı da Bəli, Komarovskini böyütmüşəm. O həmişə deyir ki, uşaqlarınıza mükəmməl ana yox, sağlam ana lazımdır. Sağlam ana nə deməkdir? Yəni sağlam psixikalı ana. Əgər sən görürsən ki, artıq sən usanmısan, əsəbisən, amma dayanmadan uşağını yatızdırmaq istəyirsən, inanın ki, elə əsəbi vaxtında heç uşaq qucağında səni sakitləşməyəcək. Mən həmişə deyirəm, elə olanda uşağı qoyun, ya verin kiməsə bir 15 dəqiqə gedin, su için, rahatlaşın, nəfəs alın, sonra gəlin yenidən körpənizi qucağınıza alın. Ona görə siz ən yaxşısını biləsiniz. Yəni sizə görə yaxşı ana sağlam anadır. Bəli, sağlam psixikalı ana. Sağlam psixoloji duruma Cəfər məxsus olan Cabbarda ana. isə deyir, bir millətin ki, anası savadsızdır, o millətin gözü kordur. Yəni ki, Savadlı adam özünü təsdiq. savadlı elə evdə uşaq, adətən deyirlər ki, qızımı yenirəm, oxuturum, onsuz da bu ərə verəcəm, geçsin. Ay. Elə evdə savadlı ana lazımdır ki, bu dəqiqə dahilər yetişdirən Nə analar düşüncədir? kimdə? Ev xanımları olub, evdə qulluq edirsən, həyat yoldaşı var. Demək sən evladlarına dözürsən, həyat yoldaşına dözmürsən. Amma sən bilginə ki, bu gün həyat yoldaşına dözmürsənsə, səhərsi gün o 3 dənə, 4 dənə həyat yoldaşı böyüdürsən. Onlara elə dözəcəksən ki, Yazıqım, sən araşdırmalar həyat da yoldaşı- artıq sübut Bəli. elədi ki, uşağın IQ-su anadan gəlir. Bəli. Ona görə ana nə qədər IQ-lü, savadlı Bəli. və oxumuş olsa, uşaq o qədər Atanı yaxşı. yola verməlisən. Atanı sən yola verməlisən ki, səhərsi gün ata sənin dalında dursun uşaqların yanında. Atası uşaq böyüdəndə düz deyil, indi deyəcəklər, bəs sən niyə ayrılmısan? İndi məni qaynanam ayırıb. Amma mən etiraz edirəm xanımlara, Allah mən rəhmət eləsin. ağlaya-ağlaya ayrılmışam. Heç sevib getməmişəm, üzr istəyirəm. İstəməmişəm, məni ağlaya-ağlaya ərə veriblər, ağlaya-ağlaya da boşanıblar. Misal üçün. Ya görürsən də İradə xanım. Amma mən deyirəm ki, bugünkü gündə valla hamına yaxşı, sizə gələcəkdə adamın həyat yoldaşı qalır. Pis də olsa o sizin yanınızda qalır. Evladlar ən yaxşı evlad belə valideynin yanında qalmır. Dünyada ən yaxşı evlad bizik. Biz anamız üçün nə bilmişik ki? Ən yaxşı evlad mənim balalarımdır. Onlar mənim yəni ehtiyacları var hamısının. Anaya ehtiyacımız var. Acı gerçəklə açırıq Ər günümüzü. istəyir lap belə nə olur olsun ha. Əri siz həmişə üstün tutun. Çünki o ərdən əgər sən uşaq dünyaya gətirimsənsə, o bax əri sən bəyənməsən, uşağın böyüyüb onun işi qatını sənə verəcək. Çünki ona Karma görə deyirlər də ona, hə? o, Karma. ona görə sən ərivə döz bu gün. Sən niyə yaxşı uşağının kaprizinə Onunla dözürsən? dərsini tamamlamamısansa, Bəli. o dərs davam Ay, edəcək. İradə xanım, bağışlayın sizin yanınızda söhbət edirəm. Mən İradə xanım estağfurullah. danışanda mən dincəlirəm, ruhən Hamımız, dincəlirəm. hamımız Onun yazıları, dincəlirik. onun çıxışları. Siz tez-tez İradə xanımı mövzular qoyun, Sevə-sevə. dəvət edin bu verilişdə gəlsin, yəni ki, Bax, elə danışsın. İradə xanım buradakı istəyəcək İradə xanımın o bilib bacarıq və təcrübələrindən hamımız yararlanaq. Qəribəsi budur ki, ananın
ananın danışdığı formada uşaq danışır və həqiqətən də o bağ o nitqdən belə, o diksiyadan belə ötürülür uşağa. Ananın ləhcəsi kimi uşaq ləhcədə olur. Ananın o tələffüzündəki səsləri eyni formada uşaq təkrarlayır. Yəni o ana bala arasındakı bağ hətta bizim nitqimizə və səsimizə, diksiyamıza belə sirayət eləyir. Bəli. Bu yaxınlarda mənim bir tələbəm oldu. Qız 11 yaşı var. Çox da gözəl uşaq idi. Anası dərslərə salmışdı və həmin o dərslərə salanda belə bir şey olmuşdu. Ananın özü də ləhcə ilə danışırdı. Mən ona dedim ki, bax indi elə bilərsən ki, birdən pula görə deyirəm. Amma bunu düzəldirəm. Amma sənin yanına qaytaranda sən onu artıq əvvəlki vəziyyətinə gətirəcəksən. Yaxşı olar ki, gəl sən də təlimlərə qoşul. Çünki birinci, ümumiyyətlə biz ananın özünü tərbiyə etməlidir, sonra uşağın tərbiyəsinə məşğul olmalıdır. Bu həqiqətən belədir. Və indi deyirsiniz səs və nitq. Mən evimə dayə seçirdim, yəni uşaq üçün dayə seçirdim. Bir neçəsi gəldi, getdi. Axırda yoldaşım dedi ki, sən nə qədər axtarırsan, sən bu görsən o da yemək bişirə bilir, bu da uşağa baxa bilir, bunun neçə il təcrübəsi var. Deyirəm, yox, mən onu axtarmıram. Mən axtarıram, görüm danışığı necədir. O mənim qızımla necə danışacaq? Onun diksiyası necədir, səsi necədir, qəzəbli deyil ki. Hətta mən qızımı yaxında bir bağçadan çıxartdım. Müəllimin səsi qəzəbli idi. Danışdı, çox belə məşhur bir liseylərin birini aparmışdım. Orada da müəllimə uşaqları qəbul edib, bir qulaq asır. Həmən bu yaxşı deyil, bu yaxşıdır, bu yaxşı deyil, bu yaxşıdır. Deyirəm, siz falçısınız, bilirsiniz ki, bu uşaq yaxşıdır, yaxşı deyil. Sənin səsindəki qəzəbdən o artıq səndən danışa bilmir. Müəllim pedaqoqdur, pedaqoq psixoloqdur. Nəyə görə müəllimlərə pedaqogika, psixologiya ayrıca dərs onlar ikinci hətta təhsil onların psixoloqdur. Əgər sən psixoloq ola bilmirsənsə, sən danışa bilmirsənsə, sən necə kontakta girəcəksən? Ümumiyyətlə ünsiyyət psixologiyası var, ünsiyyət mədəniyyəti var. Mənim üçün bu ayrıca bir elmdir həqiqətən. Bəli, mənim üçün insan birinci psixologiyadır başdan ayağa. O düz deyilsə, onun heç nəyi düz deyil. Onun həyat və yaradıcılığı da yanlışdır. Məsələn, mənəmliyi var, egosu var, orada balans edir. Mən həmişə bunu deyirəm, görürsünüz, yoqada iki əllər gəlir, qovuşur. Niyə? Balansa gəlin. Sağın və solun balansa gəlsin və ilahi ilə nizamlansın. Bir düz xətt üzrə nizamlansın. İradə xanım, bunun üzərində. Bunun üzərindən də mən istəyəcəm nəyə soruşum sizdən. Günümüzdə sizə müraciət edən, nitqini, səsini düzəltmək istəyən kifayət qədər fərqli statusda, fərqli sahə mütəxəssisləri var. Xanımlar, bəylər, yaşlılar, cavanlar, orta yaşlı nümayəndəsi. Ərqərəz, sizi cəmiyyətimizdə ümumiyyətlə narahat edən ən əsas səs problemi, nitq problemləri hansı problemlərdir, hansılardır? Xanımlar öz səsi ilə danışmır. Məsələn, belə bir süni səs var. Onlar mən gəlim. İncəldirlər. Süni şəkildə incəldirlər. Birazdan sonra bu nə olur? Səs telləri əziyyət çəkir, sonra başlayır səs xırıldamağa. 30-u keçdi, səs başlayır xırıldamağa, əsməyə, titrəməyə və sonra onun geri dönüşləri çox çətin olur. Yəni onu biz əvvəlki vəziyyətdən qaytara bilmirik. Hətta foniatorla mən çalışıram. Foniator mənə göndərir, mən ona göndərirəm. Qalırıq belə ki, bunu necə düzəldək? Çünki səs o qədər belə əziyyət çəkir ki, dəyişdirib səsini. Məsələn, çox vaxt deyirlər ki, bəzən bilmirlər, səsi düzəltmək üçün vokal dərslərə gedirlər. Amma baxın, misal da çəkərəm, vokal səs imkanları ilə danışıq səs imkanları eyni deyil. Bu nəyə görə belədir? Məsələn, rəhmətlik Aygün bəylər var idi. Səsi möhtəşəm idi. Danışıq səsi xırxır. Alim Qasımov, danışıq səsi xırxır. Oxuyanda necə gözəl oxuyur. Nəyə görə bu belədir? Danışıq səsi və oxuma səsi eyni boğazdan çıxsa da eyni şöbədə fəaliyyət göstərmir. Çox təəssüf ki. Biz danışanda başqa səs materialından istifadə edirik və nitqimizin əsasını səsimiz təşkil edir. Çox gözəl diksiyamız ola bilər, amma fonda səs xırıldayırsa, o səsin keyfiyyəti olmayacaq. Məsələn, mənim 45 yaşım var və 45 yaşa görə mənim səsimi cavan saxlayan, baxın, həmişə bunu misal çəkirəm, həmişə Flora xanıma baxın, görün səsi necə cavandır. Bırlaq Dadaşovaya baxın, yalnız, məsələn, deyirlər, estetik eləyirlər, estetik eləyir, bu səsi necə saxlayır? Çünki düzgün rəftar edir, danışığı ilə, səsi ilə, Azərbaycan dilinin qayda qanunlarına əməl eləmək lazımdır. Öz səsinizlə danışın. Arfepiyanı düzgün. Buruna salırlar. Məsələn, qadınlar xüsusən 30 yaşından sonra məlahət səsdə itir. Məsələn, mən bir şeir oxuduram. Şeirdə səsin gözəlliyi çıxır da.
nə şeir oxuya bilmirlər. Belə bir içinin romantikası yoxdur, bir sevgi yoxdur, bir nə bilim, lazımdır. Özü mən nədən sevirəm? Süynüdür, təbii deyil. Özləri kimi oxusalar, yəni siz yaxşı söz dediniz ki, öz səslərində danışmırlar. Öz səsində danışmayan oxuyanda o da insan romantika da olacaq. Bir həyatını tərəfdən də bu gizlədir. gözəldir ki, müasir cəmiyyətimizdə insanlar nitqlərini düzəltməyə ehtiyac duyurlar və sanki oyanıblar artıq. Bəli, hətta mən bu təlimlərə başlayanda yoldaşım dedi ki, sən Azərbaycanlılara Azərbaycanca danışmaq öyrədəcəksən. Dedim, sən indi gəl gör nə olacaq. O qədər adam gəlir ki, Keçən dəfə sevinirəm buna. Bizim elə birinci, bizim elə önəmli dilimizdir də. Biz indi Ulu Öndərimizin şüarlı, yəni ki, hikmətli kəlamlara çevrilmiş, yəni atalar sözləri deyir ki, biz Azərbaycan dili çox gözəl dildir. Azərbaycan dili çox ləzzətli dildir. Və bu yaxında da Ali Baş Komandanımız, cənab prezidentimizin çıxışında dedi, ana dilimiz, İngilis dili sözlər, Rus dili sözlər işlətmək olmaz. Və ana dili hardan başlayır? Hərflərdən Deyir, başlayır. hansısa sözü səhv deyirlərsə, yəni xarici dildə deyirlərsə, ya bu deməli Bilmir ya da ki, siyasi bilə-bilə səhvdir, edir. ya da ki, yəni yanlış deyirlər də Bəli. bunu. Biz İstənilən Gülnar halda, yəni səhvdir. Əgər Azərbaycan dilində həmin o sözün tərcüməsi varsa, elə Azərbaycan dilində deməliyik. Bu xüsusda İradə xanımın təlimlərinə mən özüm də qatılmaq istəyirəm. Kim gedir məndən? Məncə hamımız Mən ona görə getməliyik. belə ağlayanda İradə xanımın təlimlərində gecə-gündüz və bir də deyəcək İradə xanım çox gözəl sözdə vurğuladı ki, vokal başqadır, danışıq başqadır. Vokal misal üçün mənim bacımın qəşəng səsi vardı Rasimə xanım. O indi vokalı bitiribdi, yəni mən də konservatoriyada bəstəkarlığı bitirmişəm. Gəlirdim onun sinifində oturub baxırdım da. Onun müəlliməsi Jalə xanım Cəfərova. Bax, elə səs var idi ki, mən raspevkalarda olurdum da raspevkalarda. Məsələn, biz elə bilirik vokalist oxuyur elə boğazdan gəlir. Yox, elə səs var ki, başdan gəlir. Elə səs var ki, kürəyindən. 30-dur. Elə səs var ki, bax buradan gəlir, belə qarından, mədədən, qarından, boğaz, Qarın sinədən. səsi dəyişilir, bax. Boynun ardından. Göstərəcəm onu, bəli. Bax, məsələn, tutalım, bax, biz indi danışıram. Burundan. Bəli. Bax, indi səsimi dəyişəcəm, dəyişdikcə başa düşəcəksiniz. Məsələn, bax, indi ağızdan danışıram, hə? Keçdim sinədən danışmağa. İndi bax, getdi səsim qarından danışmağa. Diafraqma. Diafraqmadan danışmağa. Diafraqmadan danışanda səs dərinləşir. Olur hipnotik səs. Səsin aurası dəyişir. Alın səs var, Görürsünüz, alın baş aura səsi var. dəyişir. Hə, beyin səsi var. Beyin səsi ilə danışanda sən hündürdən danışırsan. Məsələn, tutalım, mən gedirəm sözünü bir neçə şeydə demək olar. Aşağıda deyirik, məsələn, mən gedirəm. 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 Gördünüz? Qalxır. Notlar 7-dən olduğu kimi Gecə səslər də 7-dən bəli. Bəli, 7 qalxır. Hər dəfə səs və sonra geri qayıtmaq lazımdır onu. Və arada sən məsələn deyirlər ki, danışıram, sözlərim qırılır, fikirlərimi ifadə edə bilmirəm, çox eləyirəm. Nəyə görə çox eləyirik? Bax, bunların hamısının səbəbləri var. Əslində bu səsin formalaşmasında biz media nümayəndələrinin üzərinə çox böyük bir yük düşür sözün əsl mənasında. Bu aktual mövzuna bağlı istəyəcəm bir mövzuya toxunum ki, müasir media mühitində nitqin rolu nə qədər dəyişib, yəni artıq görüntü nitqi üstülüyüb, yoxsa nitq hələ də əsas gücdürmü soruşum sizdən? Baxın, mən İranda olanda Şəhriyarı bilirsiniz ki, Cənubi Azərbaycanlıların nitqi biraz başqa Çünki televizorda günü bugün çox sadə dildə danışmağın həm aparıcılar, həm qonaqlar sadə olmalıdır, amma doğru olmalıdır. Doğru olmaq mürəkkəb olmaq demək deyil. Ümumiyyətlə bir şey mürəkkəbdirsə, orada səni dolaşdırmaq istəyirlər, səni azdırmaq istəyirlər. Mən Şəhriyarın oğluna müsahibə alanda gördüm, buranın Azərbaycanlıları kimi danışmırıq, onlar tı-tıyla danışırlar. Dedim, necə gözəlsiniz, bizim Azərbaycanlılar kimi, bizim alimlər kimi gözəl danışırsınız. Dedi ki, mən Azərbaycan dilini Azərbaycan radiosundan öyrənmişəm. Mən radio o qədər qulaq asırdım ki, onun üzərində nitqimi formalaşdırmışam. Bulaq verilişləri Səməndar Rızayev. O vaxtın bütün verilişləri, elə hamısı, Bulaqda hamısında var. Uşaqlar üçün ayrı idi, böyüklər üçün ayrı idi. İndi də var həmən ənənələr. Sizi narahat eləyən nədir? Bax, bu Məni sahədəki narahat eləyən odur ki, televiziyalara, müasir insanların... televiziyalarda, radiolarda. Bax, birincisi televiziya nümunələrimiz yaxşı olmalıdır. Demirəm, ideal olmalıdır. İdeal nitqdən də qorxurlar. Deyir, mən o cür danışa bilmirəm, heç danışmayım. Ay, sağ ol. Bu da qorxudur. Məsələn, türklərdə mənim bir şey xoşuma gəlir. Onların kitablarını oxuyursan mürəkkəbdir. Amma efirinə baxırsan, elə bilirsən, sən də rahat danışa bilirsən. Amma başlayırsan türkçə danışmağa, başa düşürsən ki, danışa bilmirsən. O qədər sənə asan gəlir ki, doğmalıq var, amma görürsən ki, onlar kimi danışa bilmirsən. Hər bir dilin özünün fonetik tərkibi var. Məsələn, türklər İstanbul, Qəzza, Gərçək, Məsələn, Ərkən. Bizimkilər də qoşurlar ona Gərçək, Ərkən.
Deyirsən ki, yox da, bir sözdür, eyni kökdür. Amma biz erkən deyirik, biz gerçək deyirik, biz İstanbul deyirik. Tamam, adam bunu belə istədi, aparıcılarımız deyir. Tamam, bu adam belə dedi. Elə bir şey hardan? Türkiyədən Bu nə gəlir. danışıldı? Azərbaycan dilində danış da sən. Azərbaycan dilinin özünün fonetik səslənməsi var, cümlə tərkibi var. İndi Dilçilik Akademiyasında böyük işlər görürlər onunla bağlı, amma təbii ki, orada da bəzi çatışmazlıqlar var. Biz nəyə fikir verməliyik? Məsələn, Turqut Özal gələndə rəhbərliyə ilk işi bütün multfilmlərin, cizgi filmlərinin və filmlərin dublyajının türkçə Türkiyənin keçmiş olmasına, prezidenti. bəli, əsas qaydanı onun üzərində qoydu və dedi ki, bir uşağın ki dili öz dilində formalaşmır, ondan mənə vətəndaş olmayacaq. Baxın, indi bütün uşaqlar türkçə danışır. Və yaxud rus Bütün bölməsində. uşaqlar türkçə danışır, ya rusça danışır, ya ingiliscə danışırlar. Azərbaycan dilində multfilmlər ya çəkilməlidir, ya da gözəl şəkildə dublyaj olunmalıdır. Bəli, dublyaj gözəl olmalı. Gözəl Adətən şəkildə, çox təəssüf ki, kökən dublyajda yox. da Bir şounda var idi, amma yadıma gəlir ki, bir şounda var idi. Bəli, Yəni filmlər daha çox gözəl idi. dublyaj olunmalıdır. Bilirsiniz, dili hardan öyrənsin insanlar? Efirdən. İndi efir YouTube-dur həm də. YouTube-da da nə qoyulur? Efirdən olan keyfiyyətsiz materiallar. Düzdürmü? Məsələn, indi səsli oxular var, onlar heç olmasa var. Amma o gün mən bir neçə səsli kitab gördüm. Xanımlar düz oxumurdu. Məsələn, mənim təlimlərimə gələndə mən axırıncı verməyə hekayə verirəm oxumağa. Çünki hekayə oxumaq çox çətindir. Sən orada ancaq düzgün nitq göstərmirsən, orada düzgün emosiya verməlisən. Məsələn, deyirsən ki, mən istəmirəm. İnkar intonasiyası var. Deyirsən ki, mən istəmirəm. Mən istəmirəm. Düz demək lazımdır. Vurğuları. Bəli, vurğuları düz eləmək, intonasiyanı, Jurnalistikada tonlamaları düz sizi eləmək narahat lazımdır. edən əsas məqam Jurnalistikada məndə narahat edən əsas məqam çoxdur. Amma yəni sırf Nitqlə nitqdən bağlı, danışırsınızsa, aparıcılardan. bəli, birincisi səsimizin üzərində doğru şəkildə. İnanın ki, səs insanı vizual cavan göstərir. Biz Yaşlı olsa Əminə Yusuf qızı görürsüz də neçə yaş. səs onun üstündə səsi, getdi də. Allah Necə onu görün, şad cavan da eləsin. səslə getdi bu dünyaya. Almaz Amanova var bizə, Almaz Amanova. Və əməlli başlı, yəni səsimizi bizi vizual incə göstərir. İradə xanım, sizdən bir xahiş eləsəm. Buyurun. Gözəl bir səslə, hansıdır İradə xanımın kamerası? Birinci kamera, okey. Baxaraq reklamlara keçid almağımızı qeyd edə bilərsinizmi? Öz tərzinizdən, Xoş öz sabah. bildiyiniz tərzdə. Xoş sabahı falan düşünməyin. Öz tərzinizdə reklamlara keçid alaq. Biz bundan da maraqlı söhbət eləyəcəyik, amma reklamları izləsəz. Nar ağacı ekmişəm, bütün dünyaya nar ağacı ekmişəm. Bu dağlardan sallanacaq alagöz xatirələr, bütün dünyaya nar ağacı ekmişəm. Nar ağacı ekmişəm, bütün dünyaya nar ağacı ekmişəm. Düşməzə şirin, şirin, acı, acı yumru sandıqlar asılacaq bu dağlarda. Nar ağacı ekmişəm, bütün dünyaya nar ağacı ekmişəm. Düşməzə şirin, şirin, acı, acı yumru sandıqlar asılacaq bu dağlarda. İçi alagöz mirvarilərlə dolu nar qoxusu bürüyəcək sağı solu, sağı solu, sağı solu, sağı solu. Oğlanlar, oğlanlar
gəlmisiniz. Durun gedək Gülnargilə. Bəli, Gülnar gilə gəldi. Gəlin, söz xoş gəlmisiniz. Çox gözəl bir doğrudan da layihə alındı. Bəli, çox möhtəşəm nar meyvəsi obrazımız bizə var. bunu 9 noyabr tarixində Bəli. Göyçayda baş tutmuş Nar Festivalının Nar Şahzadəsiydiniz və çox gözəl obrazdır Çox həqiqətən də. sağ olun. Həm bayraq bayramı idi, həm nar bayramı idi. Bəli, həm aksesuarınız Bəli, çox gözəldir, həm geyimlərim də obrazınız. bəli. Zeyfira xanım geyiminiz. Qurbanova tikib, əlbəttə ki, ideya müəllifi geyimin obrazını Rasimə Seyidcahan və o paltarlardakı Zeyfira xanım Qurbanova Aha. tərəfindən Gəlin oradan Pərviz baxaq, hə. Mirzəyev, o Aha. üzümü belə makyajımızı stilist Pərviz Mirzəyev, Asiya xanım bərabər Ağçiçəyimi buradan təşəkkürümü bildirirəm və xüsusən də təşəkkürümü bildirirəm Göydə Allah yerdə Göyçay icra başçısı düzdür bu dəqiqə indi başqa bir rayona Balakənə getdi, təyin olundu, amma çox gözəl tədbirə görə təşəkkürümü bildirirəm. Çox Oradan gözəl Zivər idi, xanım mənlə həqiqətən. tez-tez əlaqə saxlayırdı. O bax o araba var orada fayton Nar Şahzadəsi olaraq oradan çıxdım. O faytonu 14 ilə onu əl işləridir. Mən o faytonun da yəni kəcavə deyək də, araba deyək ona, oradan çıxdım və əlbəttə ki aranjman etdim. Mila və Rüstəm gözəl bir ailədir. Onlar bunu aranjman etdilər. Bəstə sizə məxsusdur. Bəstə mənə, sözləri Seyran gözəl, Səxavət, ay. oradan Rassa Yenə rəqs ajantaj qrupu. yarandı. Çox səhər tezdən axşama qədər tədbir davam etdi. Atəş fəşanlıqla da konserti Nar himninin tədarları altında bağlanışı biz etdik. Bu paltarı hətta Göyçayda bizdən muzeydə saxlamağı xahiş etdilər. Elə olmuşdum ki, haradadır o paltar? Mən Hüseyn müəllimə buradan salamlarımı göndərirəm. Bu mahnıya səbəb oldular. Kəmalə xanım Göyçaylı. Məni bir tədbirə dəvət etdilər. İradə xanım, Kəmalə xanımın qızı ali məktəbə qəbul olub, Dövlət Universitetində. Mən elə bir ora getdim, bu gözəlliyi gördüm. Elə bir orada narın belə sözləri Seyran Səxavət. Bəstəsi. Mən elə bildim ki, sözləri də sizə aiddir. Bilirsiniz, özü bu şeir yazılıb 1968-ci ildə. Özü mən bilirsiniz, necə mən Yazıçılar İttifaqında bilirsiniz də Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Ora gedəndə mənə orada kitab verdilər. Rəşad Məcid mənə çox gözəl kitablar verdi və Xəyal Rıza, Seyran Səxavət kitab götürdüm, gəldim və birdən mən Göyçaya gedəndə mənə nar mövzusu məni narahat etdi ki, mən fikirləşdim, mən mütləq nara mahnı yazmalıyam da, meyvənin elə bir ki, o gözəlliyini hiss elədim. Qeyri-adidir də, bu qız heç kim oxşamır. Sonra təsadüfən Seyran müəllim telefonda Seyran Səxavət yəni ki, telefonda danışanda dedim Seyran müəllim, siz də bəlkə nara aid şeir olar. Friziya oldu. Dedi ki, Elza deyir, o da təsadüfən inanırsınız. Dedi, Elza məndə deyir, bir dənə kitabda olmalıdır. Mən soruşuram ki, görüm bəlkə kitabı axtarmayayım da mənə kömək eləsinlər. Dedim, mən inanmıram ona, sən mahnı yazarsan, yazmazsan. Çünki sərbəst mövzudadır. Özünüz bilirsiniz də, burada sözlər necədir? Sözləri gördünüz, Sərbəst mövzuda Düzdür, mən burada deyirəm, Alagöz qızlar birinizi alacam öz oğluma. Mənim düzdür, oğlum evlənib, nəvələrimi alaram Alagöz qızları. İnşallah, işte oğul nəvəm var. Mən gəldim, açdım kitabı. Fikirləşdim ki, bu mənə belə dedi, nəminim elədi də. Çünki ondan mahnı çıxmaz da belə. Elə açan kimi elə bir ki, mahnısı elə 68-ci ildə mən doğulmuşam. Özü çətin mahnıdır, roku filan hamısını Bəli, qarışdırırsan. içində xalq mahnısından da o ki, gəlin gedək yar gilə, o birisi nə deməkdir? Yəni və bizim birinci xanım Mehriban xanım Əliyeva da İtaliyada, Vatikanda nar ağacı əkdi. Bir ay bundan öncə mən studiyada bu mahnını işləyirəm. Burada balaban, tütək, saz, davullar, bir də ki zurna. Dedim zurna çağırışdı, Coşqun müəllim var, bir də Vəfadar Zərb alətində. Hələ mən bunu yazıram, bir də gördüm saytlarda oxudum. Hətta kövrəldim belə gördüm. Vatikanın kraliçası bizim kraliçamızla bərabər o ikisi nar ağacı. Fikirləşdim ki, gör Allahın möcüzəsinə bax. Demək nar heyva yox, əncir yox, alma yox, üzüm yox, Azərbaycanın nar və sonra bir həftə bundan öncə bizim Sibiris şəhərciyində də Leyla xanım Heydər Əliyev fondunun vitse-prezidenti Leyla xanım Əliyeva nar ağacı əkiblər orada. Bu da məni sevindirdi. Nar o deməkdir ki, nar ağacı və belə fikirləşdim demək, nar Allahın padşahlığı deməkdir, nar meyvəsi. İçində xalqlardır, gözünüz arasında pərdələr var, Allah xalqları bölüb və yer kürəsi deməkdir. Yuxarısında tacda Allahın elə bir ki, bizi iradəsi, Allah bizi nəzarətində hər zaman saxlayır. Və İtaliyada da nar ağacının əkilməyi mənim üçün oldu ki, Azərbaycan bir daha bunu sübut etdi ki, Allahın padşahlığında parlaq Azərbaycandır. Və bizim ölkə başçımızın və xalqımızın, şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların gördüyü işlərin qarşısında biz belə layihələrimizdən bir daha xalqımızın şücaətini, necə deyərlər, tarixin dünyaya səs salan, sübut edən bir daha Azərbaycan
Demokratik Respublikası, onun diplomatiyası, onun siyasətini Ali Baş Komandanımızın vasitəsilə ulu öndərimizdən bizə qalan, ulularımızdan bizə qalan bu miras ki var. Bu nar mahnısı ilə himn olaraq mən dünyaya elə bir ki, Nar himni olmuş nar oldu. himni oldu. Nar himni də o deməkdir ki, doğrudan da elə Azərbaycan xalqının bir yürüşüdür, bir sevincidir. Bütün kainata elə bir narın dənələri o xoşbəxtliyi sıçrayır bütün kainata. Çox sağ olun diqqətiniz üçün. Mən də burada Çox xoş oldu. MTV kanalının rəhbəri başda Ən olmağına sevdiyimiz rəng, biganə ən sevdiyimiz qalmadığımız simvol üçün. hər zaman yanımızdayıq. Əlimizdən gələn qədər Paltarın dəstək həm və də mükəmməl idi bayraq həqiqətən də. simvollar. Biz burada görürsünüz göy, yaşıl, qırmızı rəng həm bayraq bayramı olduğu üçün elə bir-birində Mükəmməldir. özünü elə bir sözün deyib paltar danışır sanki. Səsinizdəki həmin o titrəyiş deyim, o çalar deyim. İndi mən bir dinləyici kimi, deyirəm. sizin səsinizin aşığı kimi mən bunu deyirəm ki, həqiqətən də o bizim ən dərinin içimizdəki ən dərin notlara toxunur. O səsin psixologiyası bax elə bu istiqamətdə. Mənim bacım da burada oxuyur. Vacibdir. Hətta mən çox sevindim ki, mənə bizim sənətkar Röyan mənə zəng vurdu. Eyza xanım, bu Xalq necə artisti, mahnı, dedi bəli. xalq artisti, çox sevindim və dedim qurbandır sənə, sən də oxu. Yəni ki, dedi mən bunu oxusam deyir. Toy adamlarından sonra deyir, bu sizin bəlkə şah əsərinizdir. Və mən təşəkkürümü bildirirəm ki, doğrudan da bizim belə sənətkarlarımız var ki, yaxşıya yaxşı deməyi bacarırlar. Ona görə də onlar Yaxşı, yaxşı demək lazımdır. sevilirlər xalq tərəfindən. Allah Bəlkə bir onları klip çəkəsiniz bunlar. Klipimiz montaj olunur. Nail Nayboğlu tərəfindən. Artıq Göyçayda həm də gözəl, biz dərir eyni zamanda rejissorumuz, çünki mən bu paltarı geyinib siz üzümün qrimi, Pərviz Mirzəyev hamısının obraz. Mən Bir dedim şey ki deyim biz sizə, mən bilən yazıbların heç birinə pul da ödəmir ha. Bunun pulu da öz-özünə başa ödəmişəm, gəlir. inanırsınız ödəmişəm. Ödəmişəm. Mənə verilən qanarlardan Bir çox layihələrdə mən görmüşəm. Baxıram ki, stilistlər də ürəklə işləyirlər. Mənə hörmət Soruşuram eləsələr ki, də edirəm, hə. bunlara sən pul verirsən, deyir, yox, hamısı özləri gəlirlər. Bilirsən nə Allahın Allahın möcüzəsidir özünün iradə xanım. şeyləri var ha. İndi elə zamandır ki, düzdür. Bəli. Elə nədir o? Elə məsələn bu parça Əziyyətli işdir. Zeyfira xanım bu məndən parçanın pulunu aldı. Məsələn o nar dənələrini xaricdən gətizdirmək tez bir zamanda. Bizə barmaqları inarsız dəlik-dəlik olmuşdu iynələrdən. Onları Hə, o tikməyə, bir tikməyə. və yaxud da ki mənə düzdür qonorar verdi. O qonorarın 3 qatını mən bura xərclədim. Məsələn Ağçiçəyin mənə gülləri hədiyyə etdi. Pərviz Mirzəyev indi hətta Pərviz Vizajı. Mirzəyev vizajist bizi Kürdəmirdə yer olmadı. Festivala o qədər insan gəlmişdi ki, mən də 22 dənə heyət, 22 nəfər heyət aparmışam buradan ki, rəqqaslar, yəni mənim heyətimiz çəkiliş qrupu orada otellər hamısı tutulmuşdu, yer yox idi. Mənə var idi. Eşqinizdən Mənim dolayı. heyətim üçün biz Kürdəmirdə Pərvizin qohumları gildə gecələdilər. Mən getdim onları maşınla götürdüm. Hə də Kürdəmirdən Göyçaya rahatlıqla Sonra yaxın. gələndə mənim maşınımda yer olmadı. Mən qaldım. Məni Göyçaylılar qonaq elədi. Onları yola saldım. Özü səhər çox məni. ürək açıqdır. Yəni, çox Göyçaylılara maraqlı buradan qucaq hadisələr dolusu baş sevgilərimizi, verir. hörmətlərimizi Kəmal xanımı göndəririk. buradan sevirəm. Hüseyn Sağlığınızı müəllim. göndərir Hüseyn yalnız. müəllim Laçında baxmayaraq ki, Laçında məsul işçidir. Ancaq ki, Göyçayda da olanda o Laçın mahnısını mənə oxudurdu ki, Eza xanım, mən istəyirəm burada siz Laçın Elə mahnısını mahnıdan söz oxuyasınız. düşmüşkən, Bəli, Eza xanım, hamımızın o deyirə Bəli. yaşımız qədər bəli. təcrübəniz var bu sənətdə həqiqətən də. Biz bayaq onu deyirəm, İradə xanım deyirəm, yaşını artırmayacağam. İndi sizin də yaşınızı artırmayacağıq, amma bizim heç dünyaya gəlmədiyimiz dönəmlərdə belə siz sənətdə idiniz, əlqərəz. Çünki bir sənətkar elə doğulanda sənət. Bəli. Mən axı o gün dedim mən divəm. Div doğulanda div doğulur. Maşallah, maşallah. Doğulanda div mənə doğulursan. sadəcə Düzdür, maraqlıdır böyüyüb ki, div bax, olmursan ki, doğulursan div. Sonra tam doğru. Bəli. İndi mənə maraqlıdır ki, bax dəyərli qonaqlarımızın fikirləri, bir dinləyici kimi zövqləri və hər bir sənətkarın, hər bir sənətçinin bir vizit kart mahnısı olur da, düzdürmü? Sizcə İradə xanım İsaqdan ilə başlamaq istəyirəm. Sizin dəyərli dostunuzun, bizim dəyərli sənətkarımızın, Eza xanım Seyidcahanın vizit kart bir mahnısını istəsəm. Son gecə. Bu son gecə, düz dedim Bu adını. yaxında Son Çınarı vida. Məlikzadə onun Son vida, son vida. o O son son vida konsertində. çox sevirəm o mahnını. Məni biz nə qədər yazdılar İradə xanım, Eza xanım. Kaş bu Bu səssiz görüş solo konsertin istəyirik. olmayaydı. Biz gəlmək istəyirik solo konsertə. Kaş bu Hə. görüş olmayaydı. Güllərimiz solmayaydı. Səni məndən almayaydı bu son görüş. Bu son görüş. Möhtəşəmsiz Eza Son xanım. vida yəni ki, Möhtəşəmsiz. hər zaman son vida deyil. Burada da nar dənə Bəli, onları da mən öz adıma görə sevdiyim Eza xanımın bir təşkil mahnısı edir. var. Hansı? Düşünmə ki, axtarmıram. O Dünya mahnını mən sona çox yetsə sevirəm. də, ömrüm sona yetsə də, ruhumun qibləsi sənsən o sən. Arxandayam kölgə kimi, Yanındayım. yanındayam nəfəs kimi. Ah, bir səs kimi o mənəm mən. Düşünmə ki,
axtarmıram. Düşünmə ki, soruşmuram. Düşünmə ki, gözləmirəm. Səni mən. Allah qəni xanımı şad eləsin. Allah rəhmət eləsin. Allah qəni rəhmət Və deyirəm, eləsin. doğrudan da O insanın... qədər onun Bəli. içi doludur ki, hətta fikir verin danışanda çox dolaşır. Bəli. Yeganə insandır. Bilirsiniz niyə? Fikir çoxdur. Demək İnformasiya istədiyi çoxdur. çoxdur. Bəs İradə xanım Dolaşır. İradə xanım İsayeva. Şəhərlər aşıb daşır. Son vida. İndi bax elə deyirlər ki, son 2 dəqiqə Bəs sən? Elza xanım bu gün birlikdə. Hə. Son vida. Mən istəməzdim son vida oxuyum. Mən istəyirəm Yox. sizə. Bugün 2 dəqiqəmiz qalıb. Gəl birlikdə yekunlaşacağıq. Son vidanı canlı nəsə deyəcək. Gəlin soruşaq görək sonda fikirləri nədir bizim dəyərli Canlı qonaqlarımızın. akapella deyəcəyik. Birlikdə Yoxsa bir sən zümzümə yaşa. eləyəcəyik. Mən sizin üçün burada həvəskar bir vokal olacağam. Nə gözəl. Dəyərli qonaqlarımızın sonda fikirlərini istəyəcəm. İradə xanım, istəsə sizdən Yaxşı, başlayaq. Çox sağ olun. Bugün gözəl gün oldu. Həftəni çox gözəl Bəli, başladım. gözəl ifa ilə başladıq. Gözəl enerji. Elzanı gördüm, dəyərli xanımlarla tanış oldum, sizlə tanış oldum. Tamaşaçılarımın görüşünə gəldim. Bu mənim artıq bilirsiniz ki, televiziyada çalışmıram. Bu mənim özüm üçün də bir görüşdür. Təşəkkür edirəm sizə buna Gözünüzdə görə. yeriniz var. Səsiniz gözəl olsun, səsin gəlsin. Səsiniz gəlsin. Azərbaycan televiziya, jurnalistika sahəsində çox önəmli simalardansınız. Şəxsən öz adıma deyirəm və eyni zamanda bütün kolleqalarım adına deyirəm. Hələ bizim sizdən öyrənəcəyimiz çox nüanslar var. Ona görə çox xahiş edirəm. Hər zaman yaradın, hər zaman efirlərdə görünün, meydanı boş buraxmayın. Sizə də sahənizdə uğurlar arzulayıram. İşinizdə hər zaman avand olsun. Təlimləriniz olan kimi xahiş edirəm. Düz izləyirəm sosial şəbəkədən, amma mütləq ki, bizə o da ora qeyd eləyin. Hər zaman xoşdur. Təlimlərə qoşulmaq istəyirlər, mütləq ki, İradə xanımı sosial şəbəkə üzərindən izləsinlər. Dəyərli perinatal, postnatal psixoloqumuz İradə xanım. Sonda Çox fikirlərinizi xoş oldu. istəyəcəm. Təşəkkür edirəm bir daha dəvətiniz üçün. Bugün həftənin ilk günü olmasına rağmen, amma çox gözəl Elza xanımın enerjisi ilə çox gözəl depolandıq, belə deyək. Çox yaxşı enerji oldu. Günümüzü də enerjili başladıq. Təşəkkür edirəm. Həm İradə xanımla daha yaxın tanış oldum, həm Elza xanımla. Hamınıza uğurlu həftə arzulayıram. Bugün ümumiyyətlə düşünürəm ki, çox maraqlı və sürətli keçən dost məclisi oldu sözün əsli mənasında. İradə xanımın sahəsi Azərbaycanda yeganə bu sahənin yeganə əsgərisiniz sizdə. Və düşünürəm ki, sizin sayənizdə çoxlarına bu sahənin nə qədər vacib olduğunu, önəmli olduğunu çatdırmağa çalışdıq və bu gün də faydalı olmağa çalışdıq, necə deyərlər. Dəyərli ginekoloqumuz, cərrah mama ginekoloq Ləman xanım, fikirləriniz sonda. Gülnar, sənə çox böyük təşəkkürümü bildirirəm. Məni belə gözəl xanımlarla bir efirə dəvət etdiyin üçün. Böyük şərəf. Düzü gəlmədən öncə düşünmüşdüm ki, 2 saat, əvvəllər sənin verilişinin biraz müddəti az idi. Bu 2 saat İndi iki olandan saat da sonra bəs heç eləmirsən. gəlməmişdim. Düşündüm ki, 2 saat bir verilişdə necə oturacam. Amma 2 saat sanki 20 dəqiqə kimi keçdi, bitdi. Hardan başladı, hardan bitdi. Yenə də hər birinizə təşəkkür edirəm. Mənim üçün də çox gözəl bir gün oldu. İnşallah tez-tez görüşmək ümidi ilə. Bugün təqvimlərimizdə 24 noyabr tarixini yaşayırıq və bugün dünyaya göz açanların içində bizə çox dəyərli olan balaca bir balamız var ki, elə yeniyetmə balamız deyərdim. Ona sağlam can, uzun ömür, atası kimi, babası kimi vətəninə yararlı, vətəninə faydalı olmasını hər zaman arzulayırıq ki, bugün montajörümüz Anatolu bəyin oğul övladı Heydər balamızın bugün 12 yaş tamamlayır. Anası Ceyla xanım, qardaşı Dərgah, bacısı Natava xanım və biz bütün Azərbaycan televiziya kanalı adından Heydər balamızı sağlam can, uzun ömür və yalnız gözəl günlər arzulayırıq. Qonaq var ki, onunla 1 saat otursan 1 ilə bərabərdir. Qonaq da var ki, onunla 3 saat otursan 3 dəqiqə kimi gəlir. Bugün həqiqətən də 2 saat mənə 2 dəqiqə kimi gəldi. Bu sizin sayənizdə belə oldu. Bu sizin dəyərli qonaqlarımızın sayəsində belə oldu. Mən düşünürəm ki, səs çoxluğu olaraq son vida üçümüzün düşündüyümüz vizit kartdır. Canlı belə bir zümzümə ilə, canlı bir ifa ilə istəyəcəm ki, bu günümüzü yekunlaşdıraq elə sizin. Yalvarıram, gəlmə sabah. Ayrılığın olub aga, işlədəcək böyük günah. Bu son vida, bu son görüş. Kaş bu görüş olmayaydı, güllərimiz solmayaydı. Səni məndən almayaydı. Bu son vida, bu son görüş. Kaş bu görüş olmayaydı, güllərimiz solmayaydı. Səni bizdən, bizi sizdən almayaydı. Bu son vida, bu son görüş.